Rəhman və Rəhim olan, bağışlayan Allahın adı ilə. Xoş gördük, əziz və vəfalı inamsevərlər. Müqəddəs Ramazan ayının 5-ci günündə imsaka doğru mələklərin belə seyr etdiyi bu məqamda bizə dəyər verərək bizi izləyən çox dəyərli izləyicilərimiz. Allahın mərhəməti, rəhməti, şəfqəti, sağlam, bərəkətli, uzun ömrü hər birinizin üzərinə olsun. Sübhün erkən çağında imsaka doğru niyyət edərək, ilahi rəhmət, mərhəmət, şəfqət ayı olan Ramazana rəğbət bəsləyərək, savabını Allahdan umaraq, fəzilətinə inanaraq, bütün oruç tutacaq bacı və qardaşlarımızın, övladlarımızın, böyüklərimizin oruç və namazları əksikləri ilə qəbul olsun. Yenə də yenilməz inam komandası ilə sübhün erkən çağında sizlərlə görüşə gəldik. Bizləri izləyən, bizlərə dəyər verən hər birinizin qarşınızda baş əyirəm. Yenə də Azərbaycan İlahiyyat İnstitutunun fədakar və yenilməz komandasının üzvləri inamın işığında bizlərlə birlikdədir. Xoş gördük mənim əziz nurlu qardaşlarım. Xoş gününüzə gələk. Xoş gördük. Yenə də inam komandasını bizləri tək qoymadınız. Allah da sizləri tək qoymasın. Allah razı olsun. Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunun prorektoru. Hər dəfə deyirəm, belə təqdim etməyim, o rəsmini kənara qoyaq. Azərbaycanın dini mühitində milli, mənəvi, dini dəyərləri, birlik və bərabərliyi, din-dövlət münasibətlərinin möhkəmlənməsi uğrunda layiqincə mücadilənin önündə olan ilahiyyatçı alimlərdən Mirniyaz Mürsəlov, mənim əziz qardaşım. Sabahınız xeyirli, uğurlu olsun. Sabahınız xeyirli olsun. Allah başda siz olmaqla İnam komandasının eyni zamanda xalqımızın Ramazanı bərəkətli olsun inşallah. Amin inşallah. Gözəl bir dua oldu. Kövsər Tağıyevi, Azərbaycan İlahiyyat İnstitutunun dekan mavini, onu da məncə belə təqdim edirik. Çünki deyirik sonra ilahiyyatda inciyərlər ki, niyə təqdim etmirsən? Amma Kövsər Tağıyev artıq tək keçən ildən inamın işığında 100 minlərin sevimlisinə çevrildi. Gecə bilmədi, Mirniyaz müəllim də, o da, İbrahim Quliyev də, Vüqar Səmədov da, bu sadadıqlarım əziz izləyicilərimiz Azərbaycan İlahiyyat İnstitutunun müəllimləridir. Biz varıq din, mənəviyyat adına mücadilə hardadırsa, biz də inamın işığında oradayıq söylədilər. Kövsər Tağıyev Azərbaycanda milli məfkurənin, dini dəyərlərin, vəhdətin, birlik və bərabərliyin, xüsusi olaraq Azərbaycan gəncləri arasında aşılanması yolunda layiqincə mücadilə verən mənim işıqlı, nurlu qardaşım. Siz də xoş gəldiniz. Xoş gördük Seydim, Allah razı olsun. Mən də həm sizi, həm komandanızı, həm də əziz tamaşaçıları bir daha salamlayıram. Xeyirli sahurlar diləyirəm. Təşəkkür edirəm. Nə gözəl bir dua oldu. İstər Mirniyaz müəllimin, istər də sizin etdiyiniz dualar. Əmrah Eminov müəllimlərinin xeyir duası ilə artıq biz səni gənc ilahiyyatçı təqdim edirik. Çünki artıq diplomunu alıb eləmi? Bəli. İmamlığı da, imam mavinliyini də qazanmışsan. Bir daha yenə təbrik edirəm. Artıq öz gözəl bəlağətli Quran avazı ilə 100 minlərin könlünü fəth edən gənc ilahiyyatçı Əmrah Eminov. Sən onsuz da gecə də buradasan, gündüz də buradasan, İnam komandasının yenilməz, fədakar, sədaqətli üzvlərindən biri olaraq. Ancaq yenə də salamlayıram canlı efirdə. Allah razı olsun. Təşəkkür edirəm. İcazənizlə yenə də ənənəmizə sadiq qalaq. Quran ayında qoy söz yenə də Quranın olsun. Quran ayında qoy söz müqəddəs kitabın olsun ki, Quranın və şəhidlərin şəfayəti, qalib sərkərdəmiz, Qarabağın fatihi, İlham Əliyev cənabları başda olmaqla yenilməz, rəşadətli ordumuzun, müqəddəs şəhid doğmalarının, qəhrəman Qarabağ qazilərinin, eləcə də ban ekran qarşısında bizi izləyərək imsaka doğru oyaq və ayıq şəkildə bizə dəyər verən, bizi izləyən bütün dəyərli izləyicilərimizin üzərindən əksik olmasın. Xanım redaktor da buradan mənə söylüyor ki, sosial şəbəkədə
şəbəkələrdə bizi izləyənləri niyə unutdunuz? Eləcə də sosial şəbəkələrdə bizi izləyən hər bir kəs üçün dualarım şamildir. Niyyət bəllidir. Azərbaycan şəhidlərinin sərvəri Seyid Mübariz İbrahimov, Fərid Əhmədov, general şəhidimiz Polad Həşimov, bütün vətən şəhidləri qazi olub, haqqın dərgahına qovuşmuş, onlar da potensial diri şəhid idilər. Onların da əziz ruhları üçün hədiyyə edəcəksən və ölkəmizdə mənəvi dəyərlərin, mədəni irsimizin, Peyğəmbər və Əhl-i Beyt irsinin ən böyük təminatçısı olmuş ulu öndərimiz Heydər Əliyev cənabları və onun timsalında bu vətən üçün, bu dövlət üçün layiqincə peşəsindən, çalışdığı sahəsindən asılı olmayaraq sədaqətlə xidmət göstərib və haqqın dərgahına qovuşublar. Onlar əziz ruhları üçün də niyyət etmək, Mirniyaz müəllim, məncə iman məsələsidir, vəfa borcudur. Bir vəfa da nədir? Hazırda bizi izləyən tamaşaçıların rəhmətə gedənlərini yad edəcəyik. Hazırda bizi izləyən tamaşaçıların da vəfat edənləri üçün dərsini çox gözəl almışsan. Ustadlarına alqış. Ya Allah, Bismillah. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. ما كان محمد أبا أحد من رجالكم ولكن رسول الله وخاتم النبيين وكان الله بكل شيء عليما. يا أيها الذين آمنوا اذكروا الله ذكرا كثيرا وسبحوه بكرة وأصيلا. هو الذي يصلي عليكم وملائكته ليخرجكم من الظلمات إلى النور وكان بالمؤمنين رحيما. هو الذي يصلي عليكم وملائكته ليخرجكم من الظلمات وملائكته ليخرجكم من الظلمات إلى النور وكان بالمؤمنين رحيما. صدق الله العلي العظيم.
Allahümme salli ve sellim ve zid ve barik ala Resulillah ve alihil athar ala Resulillah ve alihil athar. Salam olsun könüllərin sultanı, axırın və əvvəlin seyyidi, İslamın günəşi, Məhəmmədi Mustafaya. Salam olsun onun mübarək ev xalqına, əhli beytinə. Salam olsun dörd xəlifiyə. Salam olsun siddiqlərə, sadiqlərə, müttəqilərə. Salam olsun Allahın adı çəkiləndə qəlbi titrəyənlərə. Salam olsun Qarabağ şəhidlərinə. Bir də Allahın sağlıq və salamı olsun Qarabağ qazilərinin üzərinə. Allah Taala səsinə, nəfəsinə, elminə güc versin. Quran ustadının, müəllimlərinin, Mir Niyaz müəllim başda olmaqla Kövsər müəllimin yanında Quran-ı Kərim oxumaq, bu da bir nemətdir. Allah Taala ustadlarından razı olsun. Amin inşallah. Məncə hamıdan çox onlar sevinir ki, inamın işığında milyonların seyr etdiyi imsaka doğru, bax bu gözəl dəqiqələrdə yetişdirdikləri tələbə Quran qiraəti həyata keçirir. Bu Azərbaycan İlahiyyat İnstitutunun uğurudur. Mən İnam komandası adına həm də özüm də qürur duyuram. Çox qısa formada oxuduğun surənin hansı ayələri idi? Çox qısa formada söyləsən. Bəli, əziz Seydim, sizin və hörmətli müəllimlərimizin icazəsi ilə oxuduğum ayələr Əhzab surəsinin 40-43-cü ayələrini ehtiva etdi. Uca Allah buyurur ki, bağışlayan və mehriban Allahın adıyla Muhammed aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin o, Allahın elçisi və peyğəmbərlərin sonuncusudur. Ey iman gətirənlər, Allahı çox yada salın. Səhər axşam onun şəninə təriflər deyin. Sizi zülmətlərdən nura çıxarmaq üçün sizə rəhm edən odur. Onun mələkləri də sizin üçün bağışlanma diləyərlər. Həqiqətən Allah möminlərə qarşı rəhimlidir. Həqiqətən uca, əzəmətli Allah doğru buyurdu. Allah səndən razı olsun. Allah razı olsun. Allah Taalaya sonsuz həmd və sənalar, şükürlər olsun. Təşəkkür edirəm. Allah razı olsun. Allah Taala inamın işığında, eləcə də İnam komandasında çəkdiyin əziyyətlərin savabını sənin uğruna, gələcəyinə yazsın inşallah. Amin inşallah. Məncə gözəl də oldu. Gözəl də oldu. Qoy Quranın və şəhidlərin şəfayəti qalib sərkərdəmizin, qalib ordumuzun, qalib xalqımızın, bir də bu an bizi ekran qarşısında izləyən, sosial şəbəkələrdən izləyən, xanım redaktor mənə deyir ki, ən təsirlisi Xankəndindən, Laçından, Şuşadan bu an salamlayırlar, hörmət və ehtiramlarını bildirirlər. Bax, Rəşad Laçınlı başda olmaqla yazırlar. Mən də onlara öz hörmət, sayğı və ehtiramımı bildirirəm. Təşəkkür edirəm. Allah razı olsun. İcazənizlə sponsora keçid edək. Buyurun. Ekoloji təmiz, keyfiyyətli məhsulları qidamıza əlavə etməyin çox böyük önəmi var. Gigiyenik tələblərə uyğun, beynəlxalq standartlara cavab verən, əvəzolunmaz dadı ilə sizlərə təqdim olunan Cənnət kolbasa və sosisləri yüksək keyfiyyətli ət məhsullarından istehsal olunur. Müxtəlif çeşiddə hazırlanan kolbasa və sosislər ət məhsulları sektorunda qısa müddətdə yüksək qiymətləndirilərək həm dadı, həm də keyfiyyəti ilə istehlakçı tərəfindən nümunəvi məhsul adını qazanıb. Cənnət kolbasa və sosisləri sağlam gələcəyimiz naminə məsuliyyəti dərindən dərk edir və ailənizin bütün üzvlərinə əminliklə tövsiyə olunur. Dadına və keyfiyyətinə, eləcə də halallığına əmin olacağınız məhsul Cənnət kolbasa və sosisləridir. Təşəkkür edirik verilişimizin baş sponsoru olan Cənnət kolbasa və sosislərinə. İnam verilişinin sponsoru Hacı Seylon çayıdır. Unikal dada və ətra malik Hacı Seylon çayının keyfiyyətini onu dadanlar çox gözəl bilir. Çay sevənlər hazırda Hacı Seylon çayının özünə məxsus təravətli dadına böyük üstünlük verirlər. Qeyd edək ki, bu çayın üzərində keyfiyyət nişanəsini göstərən xüsusi qaloqram var. Bu qaloqram Şri Lanka hökumətinin məhsula verdiyi icazədir. Hacı çayı
imtina edilməyəcək təklif. Şah plov düyüləri. Himalay dağlarının ətəklərində xüsusi qulluqla yetişdirilən bol ətirli əsl basmati Hindistan düyüsüdür. Bol artımlı 11-21 ölçüsündə olan şah plov düyüləri ağız dadınıza uyğun ən yüksək keyfiyyətə malikdir. Ən xoş günlərimizdə süfrələrimizi bəzəyəcək düyü. Cənnət ətirli şah plov düyüləri olsun. Sponsorlarımızın hər birinə dualarımla təşəkkür edirəm. Var olasınız. Bəli, əziz qardaşlarım, minlərlə daha çox suallarımız var. Ancaq mən istəyirəm ki, başlanğıcda ilk olaraq müqəddəs Ramazanda, Quran ayında, ilahi fürsət ayında tövbə ilə bağlı danışaq. Tövbələrimizin qəbul olunması üçün ilahi rəhmət ayı olan Ramazanda biz daha çox, hörmətli bir Niyaz müəllim, nələrə diqqət etməliyik və tövbələrimizin qəbul olması üçün hansı hal və hərəkətlərdən imtina etməliyik və inancımızla, ilahi etiqadımızla, ilahi təqva ilə yanlışlarımızı düzəltmək üçün cənnətin qapıları taybatay açıqkən Rəbbə doğru yönəlmək üçün hansı dualar etməliyik? Çünki hikmət ayıdır, mərhəmət, rəhmət, şəfqət ayıdır. Buyurun, söz sizin olsun. Təşəkkür edirəm əziz Seyidim. Bəli, gözəl qeyd etdiniz. Ramazan ayı hər mənasında fürsət ayıdır. Eyni zamanda günahlarımızın bağışlanılması üçün də Allah Taala'nın bizə verdiyi ola bilsin ki, son fürsətdir. İnşallah arzumuz daha neçə Ramazanlar Neçə uzun nəsib olmağımızdır. Bəli. Amin. Bütün xalqımıza, İlahi amin. hamımıza inşallah. Amin. Amma bu reallıqdır ki, keçən illəri bizimlə birlikdə Ramazan orucunu tutan insanlar Allahın rəhmətinə qovuşdular. Bu Ramazana yetişmədilər. Doğrudur. Ona görə biz öz-özlüyümüzdə hər Ramazanı ömrümüzün sonuncu Ramazanıymış kimi qeyd etməyi deyə tövsiyə edirəm. Daha doğrusu elə bütün İslam alimləri də bunu tövsiyə edir. Bu mənada tövbə əslində etdiyimiz günahlara bir daha geri qayıtmamaq surəti ilə bir peşmanlıq hissidir. Əgər insan etdiyi günahları idrak edirsə, demək ki, Allah Taala onun o bəsirət gözünü açmışdır deməkdir. Belədir. Və bu ayda bir fürsətdir ki, keçən Ramazandan bu Ramazana qədər və ya ümumiyyətlə ömrümüzü bir göz önünə gətirərək, üzərimizdə kimlərin haqqı varmı? Harda hansı xətaları etdik dünyəvi işlərdən ötürü? Və yaxud da ailə üzvlərimizə qarşı, yaxın dostlarımıza qarşı kimlərin qəlbini qırdıq, kimin haqqı yenə gəldi üzərimizə? Bunları bir nəzərdən keçirərək, həm o insanlardan haqlarını halal etməsini, həm də Allahdan bağışlanma diləməsini bu ayı bizim üçün Allah Taala fürsət qılmışdır. Əhsən. Ona görə də tövsiyə olunur ki, həm Allahın vacib ibadətini yerinə gətirərkən, Allahın bu aylarda, bu ayın bu günlərində bol-bol savab yazdığı o fürsətdən istifadə etməklə eyni zamanda keçmiş günahlarımızı da əfv etdirməyi Allah Taala'ya bacarmaq lazımdır. Və istər ibadət əsnasında, istər ibadət xaricində Allahla razı niyaz edərək, ya Rəbbim, mən günahlarımı anladım, mən günahlarımı başa düşdüm. Fürsət versən bir daha o günahlara dönməmək surəti ilə səndən bağışlanma diləyirəm. Söz verəcək. Və söz verəcək. Və Allahla öz arasında bir, belə demək mümkündürsə, şifahi bir müqavilə imzalayacaq. Mükəmməl. Elə Azərbaycan İlahiyyat İnstitutunun prorektoru, dekan müavini belə izah verər. Könüllər də fərəhlə dolar. İslamın doğrularını, Ramazanın fəzilətlərini, bax sizlərdən inamın işığında insanlarımız öyrəndikcə, həqiqətən də mənəvi dəyərlərin bağlılığı daha da sürətlə yüksələr və inkişaf edər hər bir kəsin könül dünyasında. Kösər müəllim, əgər qul haqqına girmiş isə və
tövbə edərək Allahdan bağışlanma diləyiriksə, amma qarşı tərəfdən halallıq almarıqsa, tövbəmizin qəbuluna əngəl olmaz ki. Əngəl deyilmi? Təşəkkür edirəm əziz Seydim. Mən sizə təşəkkür edirəm. Söhbün erkən çağında gəlmişsiniz, İnam komandasını tək qoymamısınız. Tam səmimiyyətlə deyirəm. Həqiqətən Ramazan ayında tam yerinə düşən bir mövzunu bu sabah gündəmə gətirmişsiniz. Belə xüsusiyyətləri, tövbə, zikir, ibadətlər, günahlardan çəkinmə, bunları mütəmadi olaraq xatırlatmaq möminlərə fayda verir. Doğrudur. Çünki insan çox vaxt bildiyi şeylərdən xətaya düşür. Günahlar da belədir. Bir çox günahlarımızın günah olduğunu əslində bilirik. Bildiyimiz halda o günahlara düşürük. Quran-ı Kərimdə bir çox ayədə əmr bil məruf, nəhy anil münkər ifadəsi var. Hətta bəzi alimlər bunu İslamın əsas şərtlərindən biri kimi qəbul ediblər. Yəni, bir möminə yaraşan və onun etməli olduğu əməllərdən biri məruf olanı, yəni dinə uyğun olanı, əxlaqa uyğun olanı, insanlığa uyğun olanı insanlara təbliğ etmək, bunların ziddi olan şeyləri isə onlardan qadağan etməkdir, çəkindirməkdir. Yenə Quran-ı Kərimin başqa bir ifadəsində sən xatırlat, çünki xatırlatmaq möminlərə fayda verər. Doğrudur. Deyə buyurulur. Və bu ayda həqiqətən tövbə etmək üçün gözəl bir fürsətdir. Həzrət Peyğəmbər sallallahu aleyhi və səlləm əvvəli rəhmət, ortası məğfirət, sonu cəhənnəm əzabından qurtuluşdur dediyi Ramazan ayıdır. Mübarək bir vaxtdır. Və yenə Peyğəmbərimizin başqa bir hədisində, bu çox təsirli bir hədisdir. Söyləyin. Vay o kəsin halına ki, Ramazan ayına yetişə və günahları bağışlanmadan Ramazan ayını tərk edə. Yəni, o qədər geniş bir fürsət verilir ki, o qədər rəhmət qapıları sonuna qədər açıqdır ki, Allahdan nə istəsəniz bu ayda Allah dərgahında qəbul olma ehtimalı çox yüksəkdir. Yetər ki, siz onu səmimiyyətlə, ixlasla istəyəsiniz. Və tövbə də eyni zamanda bir istəkdir. Allaha qarşı öz qulluğumuzun fərqində olaraq günahlarımızın bağışlanması üçün ona üst tutmaqdır. Əslində, tövbə bir nəsib işidir. Doğrudur. Tövbə hər adama nəsib olmur. İnsanlar günah işləyə-işləyə qəlbləri qaralır və o günah onlar üçün adi hala gəlir. Adi hala gələn insan artıq günahından tövbə etmək ehtiyacı belə hiss eləmir. Vərdişidir. Bəli, Allah bu haldan hər kəsi qorusun, mühafiz eləsin. Amin. O kəsə ki, öz günahlarını düşünməyi, onlardan tövbə etməyi Allah nəsib edib, onlar bəxtəvərdirlər. Və əgər insanın qəlbi, vicdanı bu günahlarla narahatdırsa, mütləq şəkildə Allaha üst tutmalıdır. Bu ay Minyaz müəllim də çox gözəl qeyd elədi. Çox dəyərli bir fürsət verir möminlərə. Bu ayda Allaha üst tutaraq, insan xətakardır, tövbə etmək insana yaraşan bir şeydir. Bizim dinimiz insanı xəta edən bir varlıq olaraq təqdim edir. Deyir ki, siz mələk deyilsiniz. Əlbəttə ki, sizin xətalarınız olacaq, günahlarınız olacaq. Amma əsas məsələ odur ki, siz o günahların fərqində olaraq Allaha dönəsiniz və Rəbbinizdən bağışlanma Peşmançılıq diləyəsiniz. içərisində. İnşallah səmimi bir şəkildə buna nasuh tövbə deyilir. Nasuh tövbə. Nasuh tövbə geridə heç bir iz buraxmayan tövbədir. Allah hər kəsə belə bir tövbə etməyi nəsib eləsin. Mükəmməl bir izah. Niyə inamın işığında bax, mən ilahiyyətin müəllimlərini dəvət etməyim? Potensial milli heysiyyata, milli şura malik, din-dövlət münasibətlərinin möhkəmlənməsi yolunda mücadilə verən, İslamın doğrularını, İslamın gətirdiyi qaydaları, ən azından İslamın təməl prinsiplərini olduğu kimi insanlığa çatdırmaq gücünə sahiblənən sizlərlə həqiqətən qürur duyuram. Və bu tərifdən də məmnunam. Ağlım kəsəndən düz olanı dedim. Bir dəfə bir dostum yazmışdı ki, düz olma, düz olan düzdə qalıb. Mən də sonra yazdım ki, Allahın izni, Azərbaycan dövlətinin himayəsi ilə inamın işığında həqiqəti, ədalət prinsiplərini
mənəvi dəyərləri cəmiyyətə, topluma aşılayırıq. Allaha sonsuz həmd sənalar və şükürlər olsun. Komanda üzvlərimiz bildirir ki, suallar dayanmadan gəlir. İzin verirsinizsə qəbul edək. Estağfurullah, buyurun. Allah sizləri qorusun. Buyuruq, xanım redaktor. Sabahınız xeyir. Hamınızı salamlayıram. Əmrah balamı da salamlayıram. Otur orada oturan gözəl insanları salamlayıram. Seyid, belə bir sual vermək istəyirəm. Mən özüm, yoldaşımın 65 yaşı var. Özümdə 58 yaşım var. Neçə illərdir namaz qılıb oruç tuturam. Ancaq yoldaşım namaz qılıb oruç tutmur. Hərdən bir söz söhbətdə deyirəm, haçan deyirəm, deyir qılacam, tutacam, ancaq daha 65 yaşda öz işini görür. Neyiniyim, hər deyəndə söz söhbət düşür. Ancaq Allaha dua edirəm ki, yoldaşım da namaz qılsın, oruç tutsun. Heç olmasa qalan ömrün ibadətlə keçirsin. Neyiniyə bilərəm, Seydim, sizə dua edin. Salihə xanım, həyat yoldaşının axirətini düşünən, hesab gününə inanan kimdirsə, əhsən, Əmrahı da salamlayır. Bu da artıq Azərbaycan İlahiyyat İnstitutunun, Azərbaycanın dini mühitinin uğrudur. Yetişdirdiyiniz milli kadrı, Əmrahın tanımadıqları izləyicilər salamlayır. Buna görə sizə ayrıca təbrik edirəm. Sağ olun, Allah razı olsun. Buyurun, Mirniyaz müəllim. Bəli, əziz Seyidim, tamaşaçımız həqiqətən ailəsinə qarşı, sevdiyi insanlara qarşı çox həssasdır. İstəyir ki, bu dünya həyatında birlikdə olduqları kimi, axirət həyatında da birlikdə olsunlar. Çünki namaz, oruc Allahın bir növ cənnətinə girmək üçün açar sayılan ibadətlərdir. Mən hər zaman bilet deyirəm, sanki bilet almışsan cibindədir. Bəli. Bəli, buyurun. Bu ibadətlər yerinə gətirilmədiyi təqdirdə, nəql olunan hədislərdə hətta möminin sorğu-sual belə olunmayacağı kəskin surətdə bildirilir. Amma orada bir cümlə işlətdi ki, mən dua eləyirəm Allaha ki, həyat yoldaşıma da ibadət etməyi nəsib etsin. Amin, inşallah. Mən ümid edirəm ki, inşallah tamaşaçımızın duasını Allah Teala qəbul eləyəcək və onun da könlünə ibadət sevgisi Allah Teala endirəcək. Amin. İbadət həqiqətən Allahın vacib buyurduğu əməllərdir. İstər namaz, istər oruc, istər zəkat, digər ibadətlər və fərdi şəkildə yerinə yetirilməsi ibadətlərdir. Baxmayaraq ki, bəzi görüşlərə görə valideyn dünyasını dəyişdikdən sonra böyük övladın üzərinə onun bəzi haqları qalır ki, o haqları yerinə yetirsin. Orada ibadət də göstərilir, tutmadığı oruc, qılmadığı namaz da göstərilir. Amma hər şeydən əvvəl qeyd etməliyik ki, insana bir ömür fürsəti verib Allah, o ömrü ərzində gücü yetdiyi qədər Allahın vacib və ya fərz buyurduğu əmrləri mütləq şəkildə yerinə yetirmək, bu əmrlərə qarşı boyun əymək hər bir fərdin borcudur. Bu mənada biz də dua edək ki, inşallah həmən qardaşımıza Allah Teala Allahın vacib əmrlərini yerinə yetirməkdə kömək olsun. Amin. Xeyirlisi ilə təvəqqə edək Rəbbimizdən. Növbəti sualı qəbul edəkmi? Hər birinizə Allahın səlamı olsun. Ramazan ayınız mübarək olsun. Xeyirli, ruzlu, bərəkətli bir ayımız olsun. Mən sizə 2 sual vermək istəyirdim. Birincisi, mən gündə 5 vaxt namazımı qılıram, orucumu tuturam, surələr oxuyuram. Amma Quranı oxuya bilmirəm də, yəni ərəb dilini bilmirəm. Yəni, ərəb dilinin əvəzinə Azərbaycan dilində oxuya bilərəm o Quranı. İkinci sualımdır ki, mənim qəza namazlarım var. Təravih namazının yerinə qəza namazlarımı qıla bilərəm. Çox sağ olun, var olasınız. Siz sağ olun. Mükəmməl sualdır. Çünki buna bənzər yüzlərlə bu 4 gün içərisində dayanmadan suallar ünvanlanır inamın işığına. Kösən mən buyurun. Mirniyaz müəllim biraz istirahət etsin. Bəli, Ramazan ayı əziz Seydim Quran ayıdır. Allah sizə əziz qərar versin. Və xalqımız da Ramazan ayı gələndə Quran-Kərimə xüsusi bir diqqət göstərirlər. Hər kəs onu oxumağa çalışır. Bu çox gözəl bir niyyətdir. Əlbəttə ki, Quran-Kərimin ərəbcəsini bilib onu oxuyanlar, oxumaq daha gözəldir.
Amma mənalarını bilərək, nə yazıldığını başa düşərək oxumaq, o da ayrı gözəldir. Nəticə itibarilə əgər bir vətəndaş ərəbcədən, ərəb əlifbasını bilmir və Quran-ı Kərimi üzündən oxuya bilmirsə, heç bir problem yoxdur, narahat olmasın. Nəyə gücü çatırsa, yəni Quran-ı Kərimi tərcümədən oxumaq iqtidarındadırsa, mütləq şəkildə bu niyyətini o şəkildə yerinə yetirə bilər. Quran-ı Kərimin Azərbaycan dilinə tərcümələri var. O tərcümələrdən hər hansı birini bir ay boyunca gündə 10 səhifə, 15 səhifə, bir cüz oxumaqla bu şəkildə bir xətm eləmiş olar. Beləliklə, Quran-ı Kərimin bir Ramazan ayında Quran-ı Kərimi başdan sona tamamlamış olar və onun içərisindəki mövzuları yenidən xatırlamış olar. Bu gözəl bir adətdir. Digər tərəfdən, daha əvvəl də biz qeyd eləmişdik, əslində Quran-ı Kərimi oxumaq, öyrənmək çətin bir proses deyil. Elədir. Yəni, hər hansı bir vətəndaş bir ay ərzində Mirniyaz müəllim Quran ustadıdır. Elədir. Mənim də müəllimimdir. Biz ondan əlifbadan etibarən ondan öyrənmişik. Nə bəxtiyarlıqdır. Bəli, həqiqətən bu çox xoşdur. Çox üzr istəyirəm, bunu söyləyim, əfvinizə sığınıram. Mirniyaz müəllimin bir tələbəsi bütün müqəddəs şəhidlərimizə, ulu öndərimizə, bizi izləyənlərin vəfat etmişlərinə Quran oxuyur. Bir tələbəsi ilahiyyatçı alim qismində Ramazanın fəzilətlərini cəmiyyətə, topluma çatdırır. Allah nəzərdən qorusun hər birinizi. Buyurun. Allaha şükürlər olsun. Həqiqətən burada bu mənzərədə bir silsilə var əslində. Bir tablo yaranmışdır, ona görə söylədim. Mirniyaz müəllim hamımızın ustadıdır, Quran bilicisidir. Günü bu gündə o təcvid qaydaları ilə bağlı, qiraət qaydaları ilə bağlı biz ondan hər gün yeni nəsə öyrənirik. Maşallah. Onun yanında bunları danışmaq bəlkə də doğru deyil, amma Mirniyaz müəllim də təsdiq edər ki, Quran-ı Kərimi əlifbasını öyrənib minimal bir şəkildə oxuya bilmək üçün bir vətəndaşa bir ay yetərlidir. Bircə ay içərisində bütün diqqətini yönəldərək istənilən vətəndaş mənimsəyə bilər. Bəli, Quran-ı Kərimin hərflərini öyrənib, onun oxu qaydalarını öyrənərək Quran-ı Kərimi oxuya bilər. Bu da ayrı bir gözəllik olar. Təravih namazlarının qəza ilə. Bəli, digər suala gəlincə, təravih namazları müstəhəb namazdır. Bəli. Qəza namazları isə vacibdir. Doğrudur. Yəni, vacib olan namazın qəzası da vacibdir. Ona görə təravihlər əvəzinə, yəni əgər qəza namazları çoxdursa, təravihlərlə bərabər qılsa daha yaxşı olar. Doğrudur. Yəni, həm təravihləri qılıb, həm də onları qılsa yaxşı olar. Yox, əgər qəza namazı azdırsa, tutaq ki, bir günün, 2 günün qəza namazından söhbət gedirsə, yaxşı olar ki, qəza namazlarını tamamlayar, ondan sonra bu müstəhəb əməlləri yerinə yetirər. Qaldı ki, Peyğəmbərimizin başqa bir hədisində, eyni zamanda alimlərin də iştihatları ilə gələn nəticə budur ki, müstəhəb namazlar da qəza yerinə keçə bilər. Yəni, Allah onları da qəza yerinə saya bilər. Nəticə itibarilə yetər ki, məqsəd ibadət etmək olsun, doğrudur. Yetər ki, Allah qarşısında öhdəlikləri yerinə yetirmək olsun. Belə olduğu təqdirdə hər ikisini icra etmək olar. Təşəkkür edirəm. Mükəmməl bir cavabdır. Dayanmayaq. Buyurun. Suallar ardıcıldır. Buyurun. Sabahınız xeyir. Mən demək istəyirdim ki, dəstəmazlı olduğum halda, əgər mən hər halda uzanıb 5-10 dəqiqə mürgüləsəm, bu mənim dəstəmazımı pozurmu? Mən bunu bilmək istəyirdim. Sualıma cavab verdiyinizə görə sizə təşəkkür edirəm. Allah razı olsun. Allah tutduğunuz oruçları, diniz duaları da qəbul etsin. Təşəkkür edirəm. Mirniyaz müəllim, Kövsər müəllim, görürsünüzmü? Sübhün erkən çağında Azərbaycan xalqının çoxluğu imana silah kimi sarılan bir orduya bənzəyir. Ən kiçik detallara qədər inamın işığında sizlərə, bizlərə inanırlar, etimad göstərirlər, etibar edirlər. Mən bunu şükür sənaların qəbulü üçün dilə gətirirəm. Buyurun, cavablandırın. Əziz Seydim, əgər sualı düzgün anladımsa 5-10 dəqiqə dəstəmazlı ikən mürgüləyərsə. Bəli, mürgüləmək. Demək ki, düzgün eşitmişəm. Mürgüləməyin də növləri var. Yuxuya mı gedəcək, yoxsa? Bəli. Bunlar dəstəmazı pozan şeylər arasında öz yerini tutur. Onlardan biri də elə əslində mürgüləməkdir. Yəni, əgər insan
1 dəqiqəlik, 2 dəqiqəlik, 5 dəqiqəlik belə olsa yuxulayarsa, yatarsa yəni dəstəmazı pozulmuş sayılır. Çünki bilirsiniz, insan yatdığı zaman onun ruhu onu tərk edir. Yuxu ölümün qardaşı da söyləmədi məzrət. Bəli, bəli. Bir hədis-i şərifində Peyğəmbərimiz buyurur ki, and olsun, biz yatdığımız zaman ruhumuz əlimizdə deyildi, biz dünyəvi işlər bizi məşğul etməmişdi, Allah bizim yatarkən ruhumuzu aldı, oyanarkən isə onu bizə geri qaytardı. Yəni, bu 5 dəqiqəlik də ola bilər, 1 saatlıq da ola bilər, 5 saatlıq da ola bilər. Ona görə İslam alimlərində ictihadına görə yatmaq dəstəmazı pozan şeylərdən sayılır. Ona görə diqqətli olmaqda yenidən almaq lazımdır. Təşəkkür edirəm. Layiqli bir cavabdır. İslamın gətirdiyi qaydalara nəzər saldıqda Kövsər müəllim görürük ki, bütünlüklə İslam asanlıq dinidir. Və hər gündə bunu ideoloji baxımdan canlı efirdə deyirəm ki, hədisləri izlədikdə, Quran-ı Kərim oxuduqda, bütün hökmlərin yaradan tərəfindən yaradılmışların mənafeyinə hesablandığını görürük. Özü də asan bir şəkildə. Sadəcə burada bir qulluq ədəbinə sahiblənmək məncə yetərlidir. Mükəmməl bir cavabdır. Təşəkkür edirəm. Buyurun. Salam, inamın verilişində salamlayıram hər kəsi, qonaqlarınızı salamlayıram. Seyidim sizi salamlayıram. Aleyküm salam. Hər səhəri bizə bəxş edən Allahıma sonsuz şükürlər olsun. Rəbbimə sonsuz şükürlər olsun. Mənim sizlərə sualım yoxdur, sadəcə sizlərə təşəkkür edirəm. Bizi imsakda, iftarda maarifləndirdiyinizə görə sonsuz təşəkkürlərimi bildirirəm. Allah sizləri qorusun. Həmişə var olun. Həmişə belə gözəl verilişlər aparın. Canınız sağ olsun, ömrünüz uzun. Təşəkkür edirəm izləyicimizə. Xanım redaktor deyir ki, bu təşəkkürü ona görə canlı efirə daşıdım ki, artıq sosial şəbəkələrdə canlı yayımdayıq bilirsiniz, həm də sosial şəbəkələrdə və gələn səsli mesajların içərisində minlərlə təşəkkür var. Çünki mən deyirəm, siz o təşəkkürlərə mənim adımla İnam komandası olaraq siz bilirsiniz, cavab yazın. Amma bir məsələ də var. Gecəni burada qalan rejissorumuz, Cabir qardaşımız, xanım redaktor, elə sizin əmrahınız və digər texniki heyət, elə özümü də nəzərdə tuturam. Bizim qəlbimiz, Fərid, bəli, səs rejissorumuz, qəlb, Kənan, xanım redaktor bir-bir deyir, haqlarını halal etsinlər, bir-bir sadalamadım. İnsan düşündükdə ki, ona dəyər verilir, apardığı mücadilənin bəhrəsini duyur, o növbəti hədəflərə, o qədir bilənlərin xeyirxah davranışından sonra o yorğunluq, o əziyyət, əziyyət deyil, şərəfdir çünki bizim hər birimiz üçün, amma yenə də dəyərmiş. Biz çünki əziz izləyicilərimiz xəbəriniz olsun, sonra İnam komandası ilə müzakirələr aparırıq. Deyirik ki, dəyərmiş. Və növbəti mövzu seçimində mən tək bunu seçmirəm, deyirəm, gəlin məsləhətləşirik, siz bilirsiniz. Biz onda düşünürük ki, əgər bu xalqın maariflənməsində insanların cəhalətdən, xurafatdan, xilas yoluna inan verilişi çevrilibsə, təbii ki, Azərbaycan İlahiyyat İnstitutunun bazasında sizlərin varlığı ilə və digər dəyərli sizin kimi ilahiyyatçilərin iştirakı ilə onda bu şəraiti Azərbaycan dövləti bizə yaradıbsa, Allahdan növbəti hədəflərə yürümək üçün güc və qüvvət deyirik. Azərbaycan xalqı qədir biləndir, Kövsər müəllim, Milyaz müəllim. Allah sizləri qorusun, Allah o cür dəyər verən 100 minləri qorusun, mühafizə etsin, hər birinin qarşısında baş əyirəm. Allah sizinlə olsun. Buyurun. Buyurun, eşidir. Salam, axşamınız xeyir. Mən ömrümün axırına qədər hər ay 2 gün oruç demişəm.
Onu yayda tuta bilmirəm. Yayda orucumun zəkatını versəm, günah olar yoxsa olmaz? Onu mən xahiş eləyirəm, izah eləyin. Allah razı olsun. Bəzən söz verəndə, belə deyək, bir çətinə düşəndə çox sözlər veririk. Elə buna da təbəssüm üçün deyirəm, sübhün erkən çağında bir dostumuz var. Deyir ki, Seyidim, özdə belə deyir, mən çobuz çıxır deyə demirəm o dediyini. Deyir ki, mən çox böyük deyir, səhvə yol vermişəm. Deyirəm, nə olub? Deyir, uşağım universitetə imtahan verirdi. Hazırlıq imtahanlarına da gedirdi, yüksək bal toplayırdı. Amma nigaran idim. Dedim ki, 50 heyvan kəsəcəm, qoyun kəsəcəm, universitetə girsin. İndi deyir, 50 qoyunu kəsmək üçün 2 otaq evdə yaşayıram. Necə etmək olar ki, deyir, bunu əvəzləyək. Yəni, bu təbidir, anlaşılan da, amma məncə söz verdikdə də yaradana nələrisə anındaca qərar verəndə daha doğru, düzgün, gücümüz çatacaq qədər söz vermək. İndi bilmirəm, bəlkə izləyicimizin sağlığı və səhəti yerində deyil. Sadəcə bunu təbəssüm üçün yaddaşıma gəldi ki, oyaq və ayıq şəkildə bizi izləyənlərin üzlərində bir təbəssüm olsun. Miryaz müəllim, Azərbaycan İlahiyyat İnstitutunun prorektoru, yüzlərin Quran ustadı. Allah razı olsun, əziz Seyidim. Siz bu tərifləri dedikcə həqiqətən biz əzlirik o təriflərin altında. Estağfurullah. Allah inşallah utandırmasın. Amin ya Rabbi. Ya mən hər şeydən öncə bayaq fürsət olmadı deməyə sizlərə böyük təşəkkür düşür. Ramazan ayının həm bütün günlərində, həm imsaka doğru, həm iftara doğru proqramları ilə başda siz İnam komandası insanların evinə qonaq gedirsiniz. Və insanları buna alışdırırsınız. Ramazanın sonunda artıq bitəndən sonra insanlar sizi çətin olur. Bəli, özləməyə başlayır və bizi də küçədə, məclislərdə görəndə kaş yenə olaydı, kaş yenə sizi dinləyəydik və marifləniydik. Həqiqətən, əziz Seydim, sizin rəhbəri olduğunuz bu layihəyə İnam komandası və komandanın fədakar üzvləri Azərbaycanda dini marifləndirmə işində çox fədakar davranırsınız. İllərdir fədakar davranırsınız, əmək sərf edirsiniz. Allah sizlərdən razı olsun. Cümləmizdən təşəkkür edirəm, Miryaz müəllim. Bəli, bizim də başımıza gəlir. Bayaq Kövsər müəllim gözəl qeyd elədi və Kövsər müəllim də mənə təriflər yağdırdı. Sağ olsun, Allah razı olsun. Kövsər müəllim haqq etdiyinizi söyləyir. Həqiqətən Azərbaycanımızın sayılıb seçilən təfsir alimlərindəndir. Doğrudur. Biz də təfsirlə bağlı Kövsər müəllimlə hər gün yeni şeylər soruşuruq. Çox dəyərli bir alimimizdir, çox dəyərli bir Azərbaycan vətəndaşıdır. Elədir. Həqiqətən çox gözəl bir aura yanarıb burada. Allah razı olsun. Və sizə olan saygımızı, hörmətimizi, ehtiramımızı da bilirsiniz. Din səmimiyyətdir. Çox üzr istəyirəm. Mən hər zaman söyləyirəm ki, bütün verilişlər, hər biriləri, aparıcıları, müəllifləri var olsun. İstənilən kanalda. Allah işlərinə fürsət versin. Amma İnamın adı üzərindədir, İnam. Və din səmimiyyətdir. Bu ortamı da burada qura biliriksə, demək Allahın nəzəri daha çox burada olur. Buyurun, davam edin. Həqiqətən o qədər gözəl bir ortam var ki, danışmamaq mümkün deyil bu ortamda. Təşəkkür edirəm, buyurun. İnsanlıq halıdır. Təbii ki, insan çətinə düşəndə, dara düşəndə söz verə bilir. Allahla öz arasında o belə deyək, razılaşmanı apara bilir. Yetər ki, o çətin andan qurtulsun, o vəziyyətdən çıxa bilsin. Amma izləyicimizə demək istəyirik ki, bu elə bir ibadətdir, üzərinə vacib olmayan, fərz olmayan bir ibadətdir. Bu söz verib Allaha, hər ayın 2 gününü oruç tutsun deyə. Tövsiyə edə bilərik ki, yay aylarında əgər səhhətində problem yaranırsa, sonraki aylarda o orucu tuta bilər. Və ya həmən tutmadığı orucun, izləyicimiz zəkatla yəqin ki, fidyəni dəyişik saldı. Əslində fidyə Ramazan ayı orucu üçün nəzərdə tutulur. Çünki Allah Bəqərə surəsində Allah Teala buyurur ki, taqəti yetməyənlər hər gün
bir fəqiri doyuracaq qədər fidyə versin. İzləyicimizə tövsiyə olunur ki, fidyə də verə bilər və ya digər aylarda həmən söz verdiyi orucun qəzasını da tuta bilər. Bu, onun səmimiyyəti və verdiyi sözə sadiqliyini göstərir. Bu mənada izləyicimizə alqışlayırıq. Təşəkkür edirəm, minnətdaram. Niyə dərhal tələsik deyirəm? Xanım redaktor artıq mənə məlumat verir ki, millər deyil, daha çox suallar dayanmadan gəlir. Ona görə dərhal suallardan qəbul etmək istəyirəm. Təşəkkür edirəm, mükəmməl bir cavabdır. Buyurun. Sabahınız xeyirli olsun. Siz narahat eləyin, şəhid İlgün Əmrəslamın anası İlgün Nürədədir. Sizə bir sualım var. Mən hər gün balamı ziyarət edirəm, narahat olmuram. İkinci sualım odur ki, oruçlu yas yerlərinə gedəndə özüm narahat olmuram. Gedəndə deyirlər, onlar narahat olur ki, oruçlusan, deyirəm, narahat olmayın. Getməsəm də özümü boşda hiss edirəm. Deyirlər, günahda şeydir, ac gəlib, ac gedirsən. Deyirəm, günah deyil, narahat olmayın. Sualıma cavab verərdiniz. Təşəkkür edirəm. Nəinki cavab veririk, qarşınızda baş əyirik. Müqəddəs şəhidimizin mübarək anası. Bu arada yüzlərlə şəhid doğmaları inama səsli mesajları göndərirlər. Qarabağ qaziləri təşəkkür edən, dua edən, Ramazanın fəzilətlərini bizimlə bölüşən, bu ölkənin ən üstün seçilmiş olan mübarək şəhid valideynləri, şəhid doğmaları, şəhid yarları qarşısında baş əyirəm. Allah sizlərə Həzrəti Əyyubun səbrindən versin. Allah sizlərə güc və qüvvət ehsan etsin. Allah qazilərimizə can sağlığı versin. Kösər müəllim, buyurun, müqəddəs şəhidimizin mübarək anası. Bəli, şəhidimizin anasını salamlayırıq. Ona Allahdan səbir diləyirik. Eyni zamanda ibadətlərinin, dualarının Allah dərgahında qəbul olunmasını arzu edirik. Məsələ bundan ibarətdir ki, daha əvvəl də biz qeyd eləmişdik. Siz oruçlu olduğunuz halda cəmiyyətdən təcrid oluna bilməzsiniz. Bu mümkünsüzdür. İbadətlə bərabər biz həmişə tövsiyə edirik ki, insanlar dini ibadətlərini yaşadıkları halda cəmiyyətin bir parçası olmalıdırlar, cəmiyyətin içərisində olmalıdırlar. Cəmiyyətdən kənarlaşmaq, marjinallaşmaq, bunlar müsəlmana uyğun deyil, İslamın tövsiyə etdiyi bir adət deyil. Əlbəttə ki, xeyir-şər mərasimləri, bunlarda iştirak ediləcək, Ramazan oldu və ya başqa bir ay oldu, fərq eləməz. Burada bir məsələ var, bəlkə buna diqqət etmək lazımdır. Biz yas məclislərindəki ziyafətlərlə bağlı danışmışdıq daha əvvəl. Yəni bunların israf olduğu, bunların ağır bir yük olduğu haqqında danışmışdıq. Bəlkə xüsusi olaraq bunu da qeyd eləmək lazımdır ki, Ramazan ayında buna bəlkə diqqət etmək olar. Yəni nəzərə almaq lazımdır ki, Ramazan ayında insanlar oruçlu olurlar və siz ziyafət verirsiniz. Ziyafət demək ki, ehsan verirsiniz. Bəli. Və nəzərə alın ki, sizin ehsan verdiyiniz məclisə onlarla oruçlu insan gəlir və o heç bir şey yemədən, içmədən oradan getmək məcburiyyətində qalır. Sizin yasınıza şərik olmaq üçün gəlibdir ora. Bəlkə bunu elə bir zamana nizamlamaq olar ki, bunu iftar vaxtına salmaq olar. Ən doğrusu da Bəli, iftar vaxtına bu yas məclisini, ehsan məclisini iftar vaxtına təşkil edilib. Bu sayədə 2 qat savab qazanmaq olar. Yəni, həm ehsanınızı vermiş olarsınız, həm də ki, oruçlu insanlar o məclisə gəlib oruçlarını açarlar. Yəni, oruc açmaq 2 qat savabı vardır. 2 qat savabdır. Oruçlunun savabı qədər savab götürmək olar. Bu, Peyğəmbərin bizə bildirdiyidir. Nəticə itibarilə, bax, bu həssasiyyətə diqqət edilsə çox yaxşı olar. Anamız narahat olmasın. Əlbəttə ki, məclislərə getsə bir... Məzar ziyarətində zaten bir problem yoxdur. İstər-istəməz ana öz övladı ilə, belə deyək, onu görmək, onu ziyarət etmək üçün gedir. Amma məclislərə də bu şəkildə oruçlu getməsində heç bir problem yoxdur. Təşəkkür edirəm. Allah təala bütün müqəddəs şəhidlərimizin şəfaətini, dövlətimizin, xalqımızın, şəhid doğmalarının, qazilərin, hər birimizin üzərindən əksik etməsin. Buyurun. Salam, hər vaxtınız xeyir. Oruclu bir adam onun nəfsini çəkən hansısa bir qidanı görərsə və iftara qədər özünü güclə saxlayarsa və bundan sonra onun sağlamlığında müəyyən problemlər baş verərsə, bu zaman o adamın orucu pozması
Günahdırmı yoxsa yox? Təşəkkür edirəm. Yenilməz İnam komandası çox unikal sualların seçimini gündəmə daşıyırlar. Mirniyaz müəllim. Bəli, əziz Seydim. Demək, daha sonra səhhətində problem yaranarsıya qədər çox gözəl gəlirdi hər şey. Ora qədər gözəl gəlirdi, bəli. Bəli, çünki biz demişdik, Ramazan ayı insan iradəsini tərbiyə etmə ayıdır. Nəfsin tərbiyəsi üçün bir məktəbdir, bir imtihandır. Bəli, bəli. Biz həm də özümüzü demişdik tanıyırıq Ramazan ayında. İradəmizi, özünü dərki, qüdrətimizi görmək istəyirik. Nə qədər yetir qüdrətimiz. Elədir. Və iftara qədər də Allahın rızasını qazanmaq üçün ki, onun vacib buyurduğu, fərz buyurduğu əmri yerinə yetirirəm və ona görə də nəfsimə hakim olacam, iftara qədər heç bir şey yeməyəcəm, içməyəcəm deyib iradə göstərərsə, bu təbii ki, savabı qat-qat çoxdur. Amma səhhətində problem o səbəbdən inşallah yaranmaz. Yaranarsa artıq nə etmək olar? Növbəti günlərdə qəza niyyəti ilə... Sual deyəsən, biraz çətin oldu. Təşəkkür edirəm. İndi sponsora kesit edək, digər sualları cavablandıraq. Buyurun. Ekoloji təmiz, keyfiyyətli məhsulları qidamıza əlavə etməyin çox böyük önəmi var. Gigiyenik tələblərə uyğun, beynəlxalq standartlara cavab verən, əvəzolunmaz dadı ilə sizlərə təqdim olunan cənnət kolbasa və sosisləri yüksək keyfiyyətli ət məhsullarından istehsal olunur. Müxtəlif çeşiddə hazırlanan kolbasa və sosislər ət məhsulları sektorunda qısa müddətdə yüksək qiymətləndirilərək həm dadı, həm də keyfiyyəti ilə istehlakçı tərəfindən nümunəvi məhsul adını qazanıb. Cənnət kolbasa və sosisləri sağlam gələcəyimiz naminə məsuliyyəti dərindən dərk edir və ailənizin bütün üzvlərinə əminliklə tövsiyə olunur. Dadına və keyfiyyətinə, eləcə də halallığına əmin olacağınız məhsul Cənnət kolbasa və sosisləridir. Təşəkkür edirik verilişimizin baş sponsoru olan Cənnət kolbasa və sosislərinə. İnan verilişinin sponsoru Hacı Seylon çayıdır. Unikal dada və ətra malik Hacı Seylon çayının keyfiyyətini onu dadanlar çox gözəl bilir. Çay sevənlər hazırda Hacı Seylon çayının özünə məxsus təravətli dadına böyük üstünlük verirlər. Qeyd edək ki, bu çayın üzərində keyfiyyət nişanəsini göstərən xüsusi qaloqram var. Bu qaloqram Şri Lanka hökumətinin məhsula verdiyi icazədir. Hacı çayı, imtina edilməyəcək təklif. Şah plov düyüləri. Himalay dağlarının ətəklərində xüsusi qulluqla yetişdirilən bol ətirli əsl basmati Hindistan düyüsüdür. Bol artımlı 11-21 ölçüsündə olan şah plov düyüləri ağız dadınıza uyğun ən yüksək keyfiyyətə malikdir. Ən xoş günlərimizdə süfrələrimizi bəzəyəcək düyü. Cənnət ətirli şah plov düyüləri olsun. Dualarımla təşəkkür edirəm. Allah hər birindən razı olsun. Mirniyaz müəllim, dərhal sualları qəbul edəkmi? Bəli. Gördünüz komanda üzvlərimiz nələri deyirlər. Buyurun. Seydim, sizə bir sualım var. Mən yaşlı adamım. Mənim babam da 100 yaşına kimi yaşadı. Onda bizə uşaq vaxtı deyirdi ki, bala adamın 2 ruhu olur. Biri gecə gəzən ruh olur. Bir də səhər-səhər. Səhər ruhu gedir yatanda, gecə ruhu gedir gəzməyə. Gecə ruhu qayıdıb gələndə səhər ruhu oyanır. Biz də həmişə ona inanırdıq. Sizə bir sualım var. Bu düzgündürmü? Mən özüm də yaşlı adamam. Başına dönün, nənəm qurban. Çox sağ olun, var olun. Qurbanınız qoyun olsun, nənəmiz. Əllərinizdən öpürük. Allah o babanızın axirətini xeyirli etsin. Baba, Mirniyaz müəllim, görürsünüz nəvələri necə o mənəvi ruha kökləmək üçün nələri onlar aşılayırmış. Buyurun, cavablandırın. Anamızı salamlayırıq. Bəli. Sübhün bu erkən çağında. Çox üzr istəyirəm, Kövsər müəllim, buyurun. Bəli. İnsanın təbii ki bir ruhu var. Bəli. Bayaqları Peyğəmbərimizdən nəql olunan hədisi bildirdim. Orada əslində Peyğəmbərimiz bir səriyyədən gəlirdilər. Bəli. Yəni döyüşsüz bir səfər idi. Orada yorulmuşdular və orada düşərgə salmalı oldular ki, istirahət etsinlər. Sübh vaxtı, artıq səhər vaxtı səhabə anlatır ki,
biz ayıldıq və namazın vaxtının bitməsinə çox az bir sürə qalmışdı, vaxt qalmışdı. Peyğəmbərimiz namazı qıldırdıqdan sonra yaxınlaşdıq və dedik ki, gecə olmadı ey Allahın Peyğəmbəri. O da dedi ki, Allah bizim yatarkən ruhumuzu almışdı, oyanarkən də geri qaytardı. Yəni insanın bir ruhu var, amma tərbiyə üçün Allah babanı da rəhmət eləsin. Bir usul bilib və inandırıb, bu şəkildə özü də deyir ki, biz də belə inanırdıq və təsəlli tapıblar. Təbii ki, insanın bir ruhu var. Biz dünyamızı dəyişərkən də məhz Allah o ruhumuzu bizdən geri alacaq. Allah razı olsun. Allah Teala xalqımıza ruzinin tezini, ölümün gecini nəsib etsin. Buyurun, növbəti sual. Salam, sabahınız xeyir olsun. İnam verilişinin aparıcıları, qonaqları, hər birinizin tutduğunuz oruclarınız, namazlarınız Allah tərəfindən qəbul olsun. Mən müəlliməyəm, Ruhiyyə müəllimə. Özüm həmişə daimi oruç tutmuşam, namazımı qılıram. Sinifimdə az yaşlı uşaqlar var. Təbii ki, mən ibtidai sinif müəllimiyəm. 9-12 yaşında uşaqlar baxıram ki, sinifdə oruç tuturlar və bəziləri, bəzi valideynlər deyir ki, bunu saat 12-yə qədər uşaqlar tutsa qəbuldur. Bunu bilmək istəyərdim ki, amma bəzi uşaqlar bunu sona çatdırırlar. Mən bilmək istəyərdim ki, bu uşaqların tutduqları oruçlar saat 12-yə kimi tutulan oruçlar qəbuldurmu, yoxsa onlar da onu sona çatdırmalıdırlarmı? Bəziləri sona çatdırır, bəziləri isə 12-də açırlar. Yəni, bu nə qədər düzgündür? Müəlliməmizə təşəkkür edirəm. Bizi izləyən minlərlə müəllim və müəllimələr var. Çünki onun monitorinqini aparırıq. Birisiz iftardan imsaha qədər və özümün vəfat etmiş müəllimlərimi, müəllimələrimi də rəhmət və dualarımla anıram. Sağlam olan ustadlarımın qarşısında baş əyirəm. Eləcə də Azərbaycanda müəllimlik adını, müəlliməlik adını əməyi ilə, zəhməti ilə, ədaləti ilə, prinsipiallığı ilə, fədakarlığı ilə haqq edən müəllim və müəllimələrə isə Allahdan güc, qüvvət, bir də səbir diləyirəm. Buyurun. Əziz Seyidim, mən uşaqlığımı xatırladım izləyicimizin bu sualını dinləyərkən. Valideyn ürəyi övladına qarşı bilirsiniz ki, çox yanır. Rəhimlidir. Rəhimlidir, bəli. Və bizə də uşaq vaxtı belə deyərdilər. Amma böyüdükdən sonra, xüsusilə də ilahiyyatçı olduqdan sonra gördük ki, oruc imsakdan iftara qədər olan vaxtı əhatə eləyir. İndi də biz yenə evimizdə vərdiş baxımından uşaqlara açması üçün, çünki bilirik uşaqdır, dözümü azdır, 12-yə qədər də uşaq orucu deyirik. Xalqımız arasında belə bir deyim yaranıb. Uşaq orucu saat 12-yə qədərdir deyə. Dövlətlərimizi bir alışqan oruc mədəniyyəti ilə bir tanışlıq sanki. Bəli, bəli. Çox gözəl vurğuladınız. Orucla bir tanışlıq baş verir uşaqlarımızla. Amma təbii ki, uşaqlarımızın üzərinə düşən əsas məsələ təhsildir. Təhsil cəmiyyətin gələcəyi deməkdir. Doğrudur. Ona görə gələcəyimiz olan gənclərin daha çox təhsilə diqqət yetirməsi və xüsusilə də 12 yaşlı uşaqların daha üzərinə də vacib olmayan bir əmirdir. Bilirsiniz ki, mükəlləflik yaşı 12, qızlarımızda 9-12, yəni 12-dən sonra götürülür. Oğlanlarımızda da 15 yaşdan sonra götürülür. Amma o vərdiş məqsədli istirahət günlərində uşaqlarımız tuta bilər. Bunun xaricində isə tövsiyə olunur ki, təhsilə yönəlsinlər, özlərini bu sahədə inkişaf elətdirsinlər və inşallah yaşları çatanda onlar da Allahın bu vaciblərini icra edərlər. Çox doğrudur və biz zaman-zaman illərdir ki, İnamın işığında sizlər də iştirak edirsiniz. Bilirsiniz, mən hər zaman çağırış edirəm ki, xüsusi olaraq az yaşlı uşaqların belə deyək, erkən dini dəyərlərlə yükləmək bəzən gələcəkdə çox acı fəlakətlərə səbəb ola bilir. Çünki onlar dərk etmir, dərk etmədən sonra yad təsirlərin ağışında girova çevrilə bilirlər. Allah bütün Azərbaycan xalqının övladlarını qorusun. Həm də elm olmayan yerdə çox doğru bir çağırış etdiniz. Cəhalət, xurafat
meydan sulamağa başlayır. Yəni o mənəvi dəyərlərimizlə bərabər, dini dəyərləri mənimsəməklə bərabər elmin, təhsilin də vacib olduğunun mesajını verdiniz. Buna görə sizə ayrıca təşəkkür edirəm. Buyurun. Xeyir olsun qardaşım. Allah oruc namazımızı qəbul eləsin. Bütün Azərbaycan xalqının tutduğu orucları qəbul eləsin. Allah savaba yazsın. Mən bir sual vermək istərdim qardaşım. Bu ayda dünyadan köçmüşlər üçün, yəni dünyadan keçən əzizlərimizdən, doğmalarımız üçün bu ayda ehsan süfrəsi vermək düzgündürmü? Təşəkkür edirəm. Kövsər müəllim, buyurun. Niyə də düzgün olmasın? İftarda verəcəksən. Bəli, az öncə də buna bənzər bir sual var idi. Dediyimiz kimi, yaxşı olar ki, bu ehsan məclislərini iftar saatına təyin edəsiniz. Belə olduğu təqdirdə həm ehsan vermiş olarsınız, həm də ki, o ehsana gələnlər oruçlarını sizin verdiyiniz ehsanla açmış olarlar. Beləliklə, bir savab da qazanırsınız orada. Həm ehsan verdiyiniz üçün biz niyyət edirik ki, dua edirik ki, o ehsanlar həmin vəfat etmiş şəxsin ruhuna çatacaq. Allahdan bunu arzu edərək bu ehsanı veririk. Doğrudur. Amma digər tərəfdən daha dəqiq bir rəvayət, belə deyək, Peyğəmbərimizin daha dəqiq bir tövsiyəsi budur ki, oruçluya iftar açdırırsınız. Yəni, bu artıq bunun dindəki yeri daha sabitdir. Beləliklə, oruçlu qədər siz də savab əldə edə bilərsiniz. Bu baxımdan Ramazan ayında ehsan məclisi təşkil eləmək bir problem təşkil eləmir. Yetər ki, iftar saatına olsun və o ehsana gələnlər, mərasimə gələnlər oruçlarını aça bilsinlər. Sosial şəbəkədən çoxlu suallar gəlir. Ara sıra istəyirəm onlardan bəzilərini də xanım redaktor oxusun. Buyurun. Kənd yerində yaşayır izləyicimiz. Sosial şəbəkədən çoxlu sayda yazırlar. Birini oxuyuruq fasilələrlə. Məni şəhərə iftara çağırdılar. Biz kilometri bilmirik, çox təəssüf ki. Mən getsəm orucum pozularmı? Amma məsafəni bilmirik. Normalda kətdən rayonlarda məsafə nə qədərdir? Bəzən elə kət var ki, 6 kilometrdir. Ona görə də bunun cavabı məncə çətinlikdir. Yəni, məsafəni bilmədiyimizə görə burada dəqiq bir məlumat... Dəqiq fətva verə bilməzsiniz. Bəli, fətva vermək mümkün deyil. Ona görə də o məsafəni dəqiqləşdirmək lazımdır. Digər tərəfdən, burada dediyimiz kimi fiqh məktəblərinin fərqli görüşləri var. Münasibət fərqlidir. Bəli, səfər sayılma müddəti var. Səfərə çıxdığınız zaman orucu tutmalısınız, yoxsa açmalısınız şəklində müxtəlif yanaşmalar var. Ona görə dəqiq əgər məlumat olarsa, ona görə cavab vermək olar. Yazdıqda məsafəni də mütləq yazsanız, məmnun olaraq. Buyurun. Salam, hər vaxtınız xeyir olsun. Bayramınız mübarək. Allah tutulan oruc namazlarımızı qəbul eləsin. Sizə mən bir sualım var. Mənə deyirlər ki, şəkil qarşısında namaz qılmaq olmaz. Mən şəhid evladımın şəklinin qarşısında qılam namazı. Düzmü eləyirəm. Bir də sizdən bir söz soruşum. Deyirlər ki, namaz qılanda zöhr namazın, günorta namazını qıldın, əsri də qıla bilərsən onun arxasınca. Düz deyilir, yoxsa səhvdə? Mən qıla bilərəm, yəni ki, səfərə getmədən, evin içində. Yoxsa hərəsini öz vaxtında qıla bilərəm. Minnətdaram öncədən. Təşəkkür edirəm. Şəhid doğması olduğunu söylədi. Bütün müqəddəs şəhidlərimizin mübarək doğmaları qarşısında baş əyirəm və iftixar duyuram, qürur duyuram İnam komandası adına, Azərbaycanın dini mühiti adına ki, tək bu 4 gün içərisində yüzlərlə şəhid doğmaları nəinki bizə sual göndəriblər, bizə təşəkkür ediblər. Ən azı Quran-ı Kərimin canlı efirdə, Quran ayında şəhidlərin müqəddəs ruhlarına tilafət olunduğuna görə, qiraət olunduğuna görə borcumuzdur. Dövlətimizin yaratdığı münbit şəraitdə bu xidmətdən şərəf duyuram və hər birinizin qarşınızda baş əyirəm. Buyurun, Miryaz müəllim. Allah razı olsun, əziz Seydim. Biz də şəhid yaxınlarının, şəhid analarının qarşısında baş əyirik. Şəhidlər bizim üçün əzizdir, doğmadır. Azərbaycan var olduqca yəqin ki, onlar unudulmayacaq. Bəli, namaz haqqında verilən hökmlərdə namaz qılanın təbii ki, şərtlərdən biri
qibləyə doğru yönəlməsidir və o əsnada qarşısında heç bir şəklin olmaması bildirilir. Ümumiyyətlə, yəni insan şəkli də ola bilər, digər hər hansı bir şəkil ola bilər ki, məsləhət görülmür qarşısında olmağının. Digər suala gəlincə, bir fiqh məktəbinə görə zöhr namazının ardından əsr namazının qılınması caizdir, yəni mümkündür. Bu barədə əsas Peyğəmbərimizdən, onun böyük sahabələrindən İbn Abbas tərəfindən nəql olunur. Peyğəmbərimiz bəzən namazı birləşdirərək də qılıb, yəni həmin fiqh məktəbinin görüşünə əgər təqlid eləyərsə izləyicimiz, o fiqh məktəbinin görüşünə görə həm zöhrlə əsri, axşamla da xiftən namazını birləşdirə bilər. Təşəkkür edirəm. Yetərli olan ixlas və ilahi təqva ilə həyata keçirilən ibadət, namaz formasıdır. Təşəkkür edirəm. Buyurun. Axşamınız xeyir olsun. Hər birinizi salamlayıram. Allah tutulan oruçları, qılınan namazları qəbul eyləsin. Sizə bir sualım var. Mənim oğlum xərçəng xəstəliyindən yaddaşını itirmişdi, danışmırdı. Amma bir gün əlini hamama uzatdı. Mən dəstəmaz istəyirsən, soruşdum. Ağladı. Onun bütün dəstəmazını mən aldım, yerinə uzandırdım. Fatihə, İxlas, Fələk, Nas surələrini oxudum. Dedim, mənim oğlum dəstəmazda oldu. İndi bilmirəm, mən düzmü etmişəm, yoxsa yanlış? Sualıma cavab versəniz sevinərdim. Allah kömək olsun. Allah bütün övladları mühafizə etsin, qorusun. Kövsər müəllim, İnam verilişinə səsli mesaj göndərən soydaşlarımız içərisində etibarlıq baxımından sizlərə inanırlar. Yəni inamın işığında. Sanki bir təsəlli olaraq sizlərin dilindən gələcək sözlərə, fikirlərə möhtac olduqlarını bildirirlər. Allaha möhtacıq, amma Allahın kəlamları ilə sizlər söyləyirsiniz. Buyurun. Allah şəfa versin əvvəlcə. Amin. Allahdan şəfa diləyirəm. Bəli, şəfa verən Allahdır. İnşallah şəfasını tapar tezliklə. Dəstəmazın vacib olan hissəsi niyyət etməkdir və müəyyən əzalar ki var, onların yuyulmasıdır. Onun xaricində edilən dualar, bunlar müstəhəbdir. Bunlar vacib deyil. Əgər şəxs özü dəstəmaz ala bilmirsə, ona birinin kömək etməsində heç bir problem yoxdur. Önəmli olan odur ki, həmin o əzalar su ilə təmas etsin, yuyulsun. Nəticə etibarilə, əgər şəxs dəstəmaz almağı dili ilə deməsə belə, ürəyindən keçirsə ki, mən dəstəmaz almaq istəyirəm və ya fikrində tutsa ki, dəstəmaz almaq üçün qalxıram şəklində, niyyətində tutsa belə bu kifayətdir və birinin köməyi ilə dəstəmazını almasında heç bir problem yoxdur, onun dəstəmazı səhihdir. Bəs bu şəkildə namazı necə olacaq? Əlbəttə ki, namazda müəyyən şərtlər var, qiraət var məsələn, namazda qiraət edilməlidir, müəyyən rükunlar var ki, onlar yerinə yetirilməlidir. Əgər xəstə insan bunları edə bilmirsə, birinin imamlığında, birinin köməyi ilə bunları etməsində də bir problem... Dəstək ala bilər. Bəli, dəstək ala bilər, birisi ona kömək edə bilər. Bu baxımdan bir problem yoxdur. Nəticə etibarilə xəstə yatağında olan bir insan Allahla bir şəkildə ünsiyyət qurmaq istəyib və bir ibadət olaraq Allaha yönəlmək istəyibdir. Spesifik bir qayda olaraq bunu deyə bilərik ki, burada heç bir problem yoxdur. İnşallah Allah şəfasını versin, ibadətini qəbul Mən də şəfa diləyirəm. Allah bütün xəstələrimizə şəfa versin və inşallah bu dəstəmaz istəyi həmin övladımızın şəfasına mübarək səbəbə çevrilsin. Bu Quran ayında duaların ən çox qəbul olunduğu bu dəqiqələrdə. Buyurun. Salam, sabahınız xeyir olsun. Sizləri salamlayıram.
Çox sağ olun sizə və SBS kanalının bütün yaradıcı heyətinə dərin təşəkkürümü bildirirəm ki, belə bir veriliş ərsəyə gətirmisiniz. Çox sağ olun. Bugün mənim sualım yoxdur. Sadəcə təşəkkürümü bildirmək istəyirdim. Yəni lazım olan bütün suallarımız sağ olsun dinləyicilər tərəfindən eşidilir, dinlənilir, qəbul olunur. Çox sağ olun, minnətdaram sizə. Bir daha təşəkkürümü bildirirəm. Siz sağ olun. Verdiyiniz dəyərə görə sizin kimi dəyər verən 100 minlərin hər birinin qarşısında baş əyirəm. Allah sizləri qorusun. Buyurun. Salam, sabahınız xeyir olsun. İnan verilişinin qonaqları, Allah oruc namazınızı qəbul eləsin. Mən Ramazan ayında gündə bir dəfə Allah rızası üçün Yasin oxuyuram. Onu bilmək istəyərdim ki, necə tapşırım? Cəm tapşırım, yoxsa necə? Onu zəhmət olmasa Seyid Camal qardaşımız izah eləyərdi. Çox sağ olun, Allah razı olsun. Təşəkkür edirəm. Kövsər mənim bu günlərdə daha çox Quran xətimləri həyata keçirirlər. Quran ayıdır. Siz də keçən il Əhməd Niyazovla bərabər, eləcə mən də dua etdim. Bütün vətən şəhidləri üçün, eləcə də ulu öndərimiz üçün və bizi izləyən bütün izləyicilərimizin vəfat edənləri adına Quran xətm etdik. Və bu arada biləsiniz ki, artıq yüzlərlə Quran xətmi edənlər yenə də bizə etibar edirlər. Bu haqda istədim elə canlı yayımda məlumatınız olsun. Buyurun. İnşallah keçən il etdiyimiz əslində bir ilk idi. Sizin verilişinizdə belə bir xətim duası oxundu. Yüzlərlə, minlərlə insanın oxuduğu xətimləri, indirdikləri xətimlərin duasını biz bərabər elədik. Bu da gözəl bir ənənədir. Ramazan ayında əlbəttə ki, Quran oxumaq bir adət olaraq, gözəl bir ənənə olaraq bizə qalıbdır dinimizdən. Yaxşı olar ki, Quran-ı Kərimin tamamını başdan sona xətm eləsin vətəndaşlarımız. Günə bir cüz, adət bu şəkildədir, günə bir cüz oxunur. Amma oxuya bilməyən insan üçün fərq etməz. Yəni, Yasin surəsini oxumaq belə bir ibadətdir. Əgər vətəndaş sadəcə Yasin surəsini oxuyursa, o surəyə xüsusi bir sevgisi var deməkdir. Burada hər hansı bir problem yoxdur. Tapşırmaq məsələsinə gəlincə, bunun hər hansı formada tapşırılmasında bir problem yoxdur. Yəni, istərsə tək bir şəxsə onu tapşıra bilər, istərsə keçmişlərinə tapşıra bilər. Hədiyyə edə bilər. Bəli, Peyğəmbərimizdən bu yana müqəddəs şəxsiyyətlərə, İslam tarixindəki alim şəxsiyyətlərə, İslam uğrunda şəhid olmuş şəhidlərimizə, siddiqlərə bu dualar çatdırıla bilər. Biz də ümid edirik ki, Allahdan niyaz edirik ki, bu oxunan Quranların savabını inşallah onlara çatdırsın. Heç bir fərqi yoxdur. Xətim duaları var adətən kitablarda, buna əsaslanaraq da dua edə bilər və ya Quran oxuyan şəxs öz ürəyindən keçdiyi şəkildə Azərbaycan dilində də bu duaları oxuyub tapşıra bilər. Nəticədə burada niyyətdir. Allah da hər hansı bir dildən asılı olmayaraq, yəni bunu ərəbcə etməyimizdən, Azərbaycanca etməyimizdən, ingiliscə etməyimizdən asılı olmayaraq bu qəlbimizdən keçən duaları eşidəndir. Nəticə etibarilə onları qəbul etmək, çatdırmaq da Allaha məxsus bir məsələdir. Allah bütün dualarımızı qəbul etsin. Quran ayına xatir, oxunan Quranlara xatir. Buyurun. 22 yaşım var. Özümdə xəstəyəm. Orucumu tuturam, tutmaq da istəyirəm axıratan. Amma bilmək istəyirəm ki, günahdır, yoxsa tutulmuş, yoxsa günah deyil. Allah köməyiniz olsun, Allah sizdən razı olsun, tutduğunuz oruçlar qəbul olsun. Təşəkkür edirəm. Bu anamız da şəhid bacısıdır, xanım redaktor deyir. Deyir, xəstəyəm, ancaq oruç tuturam, günah etmirəm ki, şəhid bacısı qarşısında baş əyirəm. Allah sizlərə şəfa ihsan etsin. Buyurun. Bəli, xəstəliklə bağlı açıq bir icazə var. Əgər bir nəfər xəstədirsə, ondan oruç tələb olunmur. Əgər həkim onun oruç tutmasının sağlamlığına zərər vuracağını bildirirsə, onun səhhətində daha böyük problemlərin yaranmasına səbəb olacaqsa, oruc ondan qalxır, vacibliyi ondan qalxır. Amma insan özü bunun fərqindədir ki, orucu tuta bilir, taqəti buna yetir.
bu oruca davam edə bilər. Bunun heç bir günahı yoxdur. Amma hiss eləsə ki, oruc onda çətinlik yaradır, orucu tutmaya bilər. Burada heç bir narahatlığa əsas yoxdur. Tuta bilmədiyi günlər qədər, günlərin sayı qədər, əgər sağalma ehtimalı varsa, bəzi xəstəliklər var ki, qalıcıdır bu, heç bir zaman qalxmayacaq və bilir ki, ömür boyunca oruç tuta bilməyəcək. O adamların fidyə verməsi arzu olunandır. Əgər sağalma ümidi varsa, ehtimal varsa ki, tutaq ki, Ramazandan sonra, 1 ay sonra, 2 ay sonra sağalacaq, fidyə vermədən o sağaldığı günə qədər onu gözləyə bilər və sağaldıqdan sonra qəzasını tuta bilər. Yox, əgər sağalma ehtimalı yoxdursa, fidyə verməlidir. Fidyə vermək də nədir? Tuta bilmədiyi günə görə bir nəfəri gündəlik özünün yediklərinin ortalaması ilə təmin etmək. Təşəkkür edirəm. Mükəmməl bir cavabdır. Suallar komanda üzvlərimiz deyir, çoxdur. Ardıcıl edək. Buyurun. Salam, sabahınız xeyir. Salamlayıram orada oturan bütün qonaqlarımızı, Seyid Camal qardaşımızı. Allah tutduğunuz oruçları, qıldığınız namazları qəbul eləsin inşallah. Mənim bir sualım var. Bu ütü ilə bağlıdır. Ütü ütləyərkən bu par ütülərdən istifadə edirik də indiki ütülər hamısı parla işləyən ütülərdir. Bilmək istəyirəm, bu ütüdən par veririk paltara ütləyəndə. O pardan nəfəsimizə gedirsə, o orucumuza bir ziyanı varmı? Təşəkkür edirəm sualımı cavablandırdığınız üçün. Belə xalqı Allah niyə mühafizə etməsin? Belə xalqı Allah niyə Qarabağın fəthi ilə, zəfəri ilə müjdələməsin? Görün nələrə fikir verirlər. Buyurun, cavablandırın. Təbii ki, orucu pozan şeylər arasında qatı tüstü, qatı buxar, qatı qoxu, kəskin yəni qoxu, bu kimi şeylər var. Amma ütünün buxarı çox da qatı olmadığı üçün izləyicimizin orucu səhihdir, davam edə bilər orucunu tutmağa. Təşəkkür edirəm. Buyurun. Növbəti sual. Salam, sabah xeyir. Bizim kənddə bu iftar süfrəsinə deyir filan kəs ölüsünə oruc açdı verir. Bu insan ölübsə, o oruc tutur məhər ona oruc açdı verələr. Bu nə qədər düzdür? Bu bir. İkinci də bu biz görmüşük oruc açdı verirsə, iftar süfrəsi verirsə hər nədə. Bu şərəfə çox adam, oruc adamlar qalır, bu oruc tutmayanları yığır. Bu nə dərəcə düzgündür? Xahiş edirəm, bunu izahını bir daha verəsiniz. Təşəkkür edirəm. Ardı var mı sualın? Buyurun. Bəli, əziz Seyidim. Ümumiyyətlə, bütün ibadətlərin... Çox üzr istəyirəm, deyir, oruç tutanlar qalıb kənarda. Bəli, bəli. Deyəsən, ağsaqqal da dəvət etməyiblər. Adam oruç tutur. Belə olur, həqiqətən olur belə. Bəli. Çox gözəl bir məqama izləyicimiz toxundu. Allah ondan razı olsun. Bəli. Hər şeydən əvvəl qeyd edək ki, bütün ibadətlərin müqabilində insan Allahın razılığını güdməlidir. Yəni, məqsəd bütün ibadətlərimizin sonunda, nəticəsində, gördüyümüz bütün gözəl, salih əməllərin nəticəsində Allahın razılığını qazanmaqdır. Və iftar süfrələrini verən, orucaşdı dediyimiz o iftar süfrələrini verən insanlar dünyasını dəyişmişlərin ruhuna o iftarda aldıqları savabı hədiyyə eləməyə çalışırlar. Amma izləyicimizin də qeyd etdiyi kimi çalışmaq lazımdır ki, o süfrənin başında birinci oruç tutanlar Əsil haqq sahibləri otursunlar. Əsil haqq sahibləri, bəli, oruç tutanlardır. Buna diqqət etməlidirlər. Yəni, əgər istəyirlərsə ki, verdikləri iftarın, orucaşdının savabı çatsın, bəli, savabı olsun. Məhz oruç tutanlar o süfrədə əsas təşkil eləməlidir. İnşallah bu arada deyim ki, sabah Allahın izni ilə, dövlətimizin himayəsi ilə iftara doğru mövzumuzu iftar süfrələrini həsr edəcəyik. Təşəkkür edirəm. Buyurun. Mən sizin verilişi daim izləyirəm və özüm də həm oruç tuturam, həm namaz qılıram. Və sizin oradakı iştirakçılarınız hamısını
təbrik eləyirəm Ramazan ayının gəlməyi münasibəti ilə və sizdən belə bir xahişim var. Mənə təşəhhüd namazının nə vaxt qılındığı və təşəhhüd namazının nə vaxt qılındığını və necə qılındığını bilmək istəyirəm. O haqda məlumat verəsiniz, xahiş edirəm. Allah oruç və namazlarınızı qəbul etsin. Cavablandırın. Xanım təhəccüd namazı demək istəyirdi, bəli. Tələffüzünü yanlış dedi. Bəli, bəli. Peyğəmbərimizin qıldığı bir namazdır. Amma bu namazın əsas şərti gecə yatdıqdan sonra ayılıb gecənin yarısı. Gecə yarısı. Bəli, ayılıb qılmaqdır. Bu təbii ki, peyğəmbərlərə məxsus bir namaz olduğu üçün bizlərə müstəhəb namaz sayılır. Bəyəniləndir. Bəyənilən namazdır. 2 rükətli şəkildə də qıla bilər, 4 rükətli şəkildə də qıla bilər. Yəni burada da seçim haqqı. Bəli, seçim haqqı özünündür insan. Özünündür. Bəli. Təşəkkür edirəm. Qısa və yığcam cavab. Digər sualları dərhal qəbul edək. Buyurun. Salam, sabahınız xeyir. Allah qəbul eləsin tutduğunuz orucları. Mən bilmək istəyirdim ki, oruç tuturam hal-hazırda. Rayona getmək istəyirdim. Məsafə 212-216 kilometrdir Göyçay rayonuna. Bilmək istəyirdim ki, gedib qayıda bilərəmmi? Orucum batil olurmu, yoxsa olmurmu? Və Bakıdan necə çıxmalıyam? Bildiyim qədər günorta azandan sonra deyirlər, çıxmaq lazımdır ki, oruç pozulmasın. Bu həqiqətən düzdürmü? Zəhmət olmasa cavablandırardınız. Təşəkkür edirəm. Yolda olan, yola çıxacaq, xaricə səfərə gedəcək, bütün soydaşlarımızı Allah Taala təyyarə qəzasından, avtomobil qəzasından mühafizə edərək öz əmanətində saxlasın. Görüşlərdə fərqli münasibət var. Hər birinizdən münasibət istəyirəm. Mirniyaz müəllim. Bəli, əziz Seydim, biz bu barədə sizin verilişin sayəsində biz məlumatlandırmışdıq izləyicilərimizi ki, oruc ibadəti elə bir ibadətdir ki, Allahın birbaşa istədiyi, Allaha aid olunan, bütün ibadətlər Allaha aid olunur, bütün ibadətlər Allahın rızası üçün yerinə yetirilir. Bəli. Amma oruc ibadətinin xüsusi bir yeri, əhəmiyyəti var bu barədə. Və Allah Teala da Quran-ı Kərimdə bizə Bəqərə surəsində 2 kateqoriya insana orucdan, yəni orucu tutmadığı təqdirdə birinə rüxsət verir. Bəli. Bunlardan biri xəstə olanlardır, digəri səfərdə olanlardır. Doğrudur. Alimlər, İslam alimləri deyir ki, bu Allahın verdiyi bir rüxsətdir, imtiyazdır, hədiyyədir. Hətta neymətdir. Neymətdir. Bunu dəyərləndirin. Yəni səfərdə ikən orucunuzu açın. Amma yenə dediyimiz kimi bu bəndə ilə Allah arasında olan bir məsələdir. Bu cür suallar çox gəlir. Vaxtilə nəqliyyat vasitələri bu şəkildə deyildi. İndi biz əziyyət çəkmirik. Yenə ixtiyar sahibi bəndələrdir. Amma dediyimiz kimi alimlərin tövsiyəsi o neməti, o hədiyyəni qəbul etməkdir. Amma təbii ki, fikri görüşlərin bir qisminə görə günorta namazından sonra səfərə çıxıb sabah günorta namazına qədər səfərdən qayıdıb yaşadığı mənzilə əgər daha doğrusu həddi tərəxxüs dediyimiz o yaşadığı məhəllənin, şəhərin və ya kəndin son evindən etibarən başlayır bu. Günorta namazını qılıb, ayrılıb, sabah günorta namazına qədər həmən yerə geri qayıdıb vararsa, orucu səhihdir deyirlər. Təşəkkür edirəm. Köçər müəllim. Bəli, burada əslində Peyğəmbərin bir tətbiqatını, bəlkə də bu iki görüşün arasını birləşdirmək üçün istifadə eləmək olar. Mirniyaz müəllim o görüşləri çox gözəl qeyd elədi. Peyğəmbərin tətbiqatında belə bir məsələ var idi. Deyilirdi ki, haram olmadığı müddətcə Peyğəmbər hər işin asanını seçərdi. Haram olmadığı müddətcə, qadağan olmadığı müddətcə 2 yol varsa, o 2 yoldan ən asan olanı nədirsə, onu seçərdi. Bu, oruç barəsində də görüşləri bəlkə bu şəkildə bir uzlaşdırmaq olar. Əgər vətəndaş üçün çətinlik yoxdursa, bu orucu tuta bilər. Yox, əgər
orucu tutmamaq da bir asanlıqdır. Yəni orucu səfərdəykən tutmamaq da bir asanlıqdır. Niyaz mənim dediyi kimi bəndələrə verilmiş bir rüxsətdir. Bundan da könül rahatlığı ilə istifadə edə bilər və tamaşaçımızın qeyd elədiyi məsafə də səfərdə sayılmaq üçün kifayət qədər geniş bir məsafədir, uzun bir məsafədir. Bəli, bütün görüşlərə görə səfər sayılır. O baxımdan asan olan nədirsə, onu yerinə yetirməkdə... Demək ki, hər iki görüşə dayanaraq müasir dünyamızın şərtlərini nəzərə alaraq seçim haqqı bəndəyə məxsusdur. Belə anlaşılırmı? Minnətdaram. Suallar çoxdur, cavabları qısa verəcəyik. Əfvinizə sığınıram. Buyurun. Salam, hər kəsə salamlayıram. Allah tutulan orucları qəbul eləsin, qılınan namazları qəbul eləsin, edilən duaları qəbul eləsin. Mən Sabirabad şəhidi, şəhid Aydənizin anasıyam. Mənə deyirlər ki, ağlamaq orucu pozar. Bunu bilmək istəyirəm ki, ağlamaq orucu pozar ya yox. Müqəddəs şəhidimizin mübarək anasının qarşısında bütün müqəddəs şəhidlərimizin mübarək ata və anaları, doğmaları, bacı və qardaşları, övladları, şəhid yarları qarşısında baş əyirəm. İnamın işığında bizə etibar etdiklərinə görə, bizə inandıqlarına görə sonsuz təşəkkürlərimi bildirirəm. Qoy sizin övladlarınızın şəfayəti Azərbaycan xalqının, Azərbaycan dövlətinin, İnam komandasının üzərindən əksik olmasın. Buyurun, amin. Şəhid doğmaları görürsünüz. Bəli, əziz Seydim. Oyaqdılar. Allah hamısından razı olsun. Amin. Biz də baş əyirik onların qarşısında. Xeyr, ağlamaq orucu pozmur, qısa cavab verək. Ağlamaq, o da dünyəvi məsələlərdən ötürü baş verərsə, dəstəmazı pozar. Yəni, yanaşma budur İslam alimləri tərəfindən. Amma oruc heç bir halda ağladıqda pozulmaz. Allah Yunus Əmriyə rəhmət eləsin. Dünyanın ən gözəl gülləri nəmişli yerlərdə bitər. Allah Teala şəhid doğmalarına səbir, güc versin. Amin. Buyurun. Salam, sabahınız xeyir olsun. Allah tutan bütün orucları qəbul eləsin. Mənim sualım bu olacaqdır ki, mən özüm ətriyyat dükanında işləyirəm. Yəni, müştəriyə ətir satanda onu qoxlamaq nə dərəcə düzgün? Yəni, orucu poza bilərmi bu? Təşəkkür edirəm. Xanım redaktor ən unikal sualları sübhin erkən çağında canlı yayıma gətirir. Maraqlı sualdır. Mənim özüm üçün də çox maraqlıdır. Bəli, əgər vətəndaşın birbaşa işidirsə bu, yəni gündəlik ruzisini, azuqəsini oradan qazanırsa, bu onun bir baxıma vacib olan işidir. Və o işdə ətirləri qoxlamaq və ya test etmək kimi oradan gəlir. Bəli, belə bir xüsusiyyəti də var bu işin. O baxımdan yəni onları test etmək məqsədi ilə qoxlamaqda dediyimiz kimi əslində bir problem yoxdur. Amma bunu bir işin bir parçası olaraq yerinə yetirməlidir. Yəni belə deyilir ki, qaydanı bu şəkildə qoyur ki, alimlər zövq məqsədi ilə bir ətri içərisinə çəkmək, ondan ləzzət almaq üçün, həzz almaq üçün içərisinə çəkmək. Bu qəsddir artıq. Bu qəsdi bir niyyətdir. Buna yol vermək olmaz. Amma ətirləri bir-birindən fərqləndirmək üçün, müştəriyə onu təqdim edə bilmək üçün onları, necə ki biz nə deyirik, evdə yemək pişirən xanımlar o yeməyin dadına baxmaq üçün, udmamaq şərtilə, duzuna baxmaq üçün onu dada bilərlər deyirik. Bu da belə bir şeydir, çünki vətəndaşın işi ilə bağlı bir məsələdir. Ramazan ayı boyunca bu əməli etməsə orucunu təxirə salmalı olacaq, yəni ya orucunu təxirə salacaq, ya bunu eləyəcək. O baxımdan ehtiyatlı olaraq və oradan bir zövq məqsədi ilə qoxlamaqdan söhbət getmirsə, problem yoxdur. Təşəkkür edirəm, layiqli bir cavabdır. Növbəti sual, buyurun. Salam olsun hamınıza, hörmətli inan verilişinin aparıcısı və iştirakçıları. Allah sizdən razı olsun ki, belə veriliş aparırsınız. Xalqımız maarifləndirilir, oruç tutanların sayı çoxalır. Bir sualım var sizə. Oruç tutarkən
yoldaşım çox vaxt gileylənir, məni özümdən çıxardır, lazımsız sözlər danışır. Özümə səbir diləyirəm və fikirləşirəm ki, mən sınağa çəkilirəm səbir vasitəsilə. Düzgünmü fikirləşirəm? Təşəkkür edirəm. Həm də təsəlli tapır qardaşımız kimsə. Buyurun, Miryaz müəllim. Bəli, əziz Seyidim. Peyğəmbərimizdən belə bir hədis nəql olunur ki, kimsə sizi bir münaqişəyə, davaya cəlb edərsə, mən orucluyam deyib, oradan ayrılmaq əslində böyük bir savab əməldir. Eyni zamanda, bəli, izləyicimiz də həm də imtahan olunur, artıq iki cür imtahan olunur. Həm oruc ibadəti ilə, həm də bu qeyd etdiyim məsələlərlə. Təbii ki, səbrin tərbiyəsi çox önəmlidir. Elə orucun fəzilətlərindən də biri məhz səbrin tərbiyəsidir Ramazan ayında. İnşallah səbir göstərib, qəlbini qırmazsa həyat yoldaşının savabı 2 qat olar. Amma təbii ki, orucu açdıqdan sonra da münasib bir dillə, mülayim bir dillə orucluykən ona bu cür sözlərin əsəbinə təsir göstərəcəyini, oruc ibadətinə nöqsan gətirə biləcəyini də vurğulamasında fayda var. Allah razı olsun. Əgər bacımız kimsə, o da əsəblərini qoruya bilmirsə, mütləq həkimə müraciət etsin. Təşəkkür edirəm. Buyurun, növbəti sual. Sualım belədir ki, mən işləyən xanımam. Mənim işlədiyim yerdə namaz qılmağa şərait yoxdur. Orada geyim yeri var, balaca bir yerdir. Orada həm ayaq yolundan çıxıb gəlib oranı tapdalayırlar tez-tez. Orada namaz qılmağa elə bir mən qıla bilmirəm. Mən stul qoyub, orada bir balaca stol var. Demək olar ki, onun üstündə namaz qılıram, oturaq halda. Bu mənə günahdırmı, ya yox? Bu məni çox narahat edir. Qıldığım namazları bilmirəm. Qəbula olur, olmur. Əgər buna cavab verirlərsə, təşəkkür edirəm. Biz də təşəkkür edirik. Əhsən, Allah qəbul etsin. Buyurun Kövsər müəllim. Allah razı olsun. Allah oruçlarını, ibadətlərini, namazlarını qəbul etsin tamaşaçımızın. Əlbəttə ki, namaz iş şəraitində müəyyən məhdudiyyətlər olur ki, namaz qılmaq üçün bəli, yerlər tapıla bilmir. Bu nədən irəli gələ bilər? Bəzən həmin iş yeri çox dar ola bilər. Orada namaz qılmaq üçün yerin olmaması başa düşüləndir. Və eyni zamanda namaz qılınacaq yerin də təmiz olması lazımdır. Yəni biz, bu şərtdir. Bəli, namazda olacağımız yer nəcasətdən təmizlənmiş olmalıdır. Əgər nəcasətdən təmizlənmədiyinə dair şübhəmiz varsa, orada ayaq altında olan bir yerdirsə, bunu başqa bir şəkildə əvəzləmək olar. Yəni, oturaraq namaz qılmaq bunlardan biridir və ya başqa bir yerdə bir örtü üzərində qılmaq mümkündürsə, təmiz bir örtü üzərində bu da mümkün ola bilər. Amma ayaq üstə və ya ayaq üstə deyil də tamaşaçımız oturaraq qıldığını deyir. Burada bir problem yoxdur. Çünki məhdud şəraitdə qılınır. Yetər ki, evə getdikdən sonra, yəni namazlarını, digər namazlarını normal qaydada qılırsa, iş şəraitindəki bu çətinlikdən dolayı oturaraq qılmasında bir problem yoxdur inşallah. Təşəkkür edirəm. Sosial şəbəkələrdən bizə yazırlar. Çünki canlı yayımımız həm də sosial şəbəkələrdən yayımlanır. Mən namaz qılan bir şəxs kimi izləyicimiz yazır. Ara-sıra istəyirəm onları da verək. Quranı ərəb dilincə öyrənə bilmədim. Bu mənim üçün günah yazılmır ki, deyir Miryaz müəllim. Xeyr, əziz Seydim. Həssasdır bizim xalq. Bəli, bəli. Müqəddəs kitabımızı ərəbcə oxumağı öyrənmək, bayaq Kövsər müəllim də qeyd elədi. Əslində çox vaxt tələb edən bir məsələ deyil, amma ərəbcə oxumağı öyrənməməkdə günah sayılmır. Düzdür, Peyğəmbərimizdən nəql olunan hədislərdə ərəbcə oxumağın savabından bəhs olunur. Amma ərəbcə oxuyub Quranı idrak edə bilməmək də ayrı bir məsələdir. Elədir. Ona görə də tövsiyə olunur ki, Allahın bizdən nə istədiyini, necə olmaq istədiyimizi və onun hədlərini
məhz öz dilimizdə oxuyub, anlayıb, dərk etmək, ona riayət etmək məqsədə uyğundur. Dolayısıyla ərəbcə oxumağı öyrənə bilmədiyi üçün ona günah yoxdur. Günah sayılmaz və buna görə də üzülməsin. Bəli. Təşəkkür edirəm. Layiqli, qısa, yığcam bir cavabdır. Buyurun. Salam, sabahınız xeyir. Mənim sualım odur ki, Allahın ordularından biri də külək hesab olunur, yoxsa yox? Maraqlı bir sualdır, unikal bir sualdır. Görürsünüz inanmışlığında nə suallar var. Buyurun. Mirniyaz müəllim. Bəli, Kövsər müəllim, buyurun. Quran-ı Kərimdə də buna bənzər ifadələr var. Bəli. Əlbəttə ki, Allah yerdəki, göydəki bütün yaradılmışları öz qüdrətinə ram edib və onları öz qüdrəti istiqamətində hərəkətləndirə bilər. Yeri gələndə külək də Allahın ordusu ola bilər, yeri gələndə dənizlər də Allahın ordusu ola bilər. O baxımdan bunları bu şəkildə başa düşməkdə problem yoxdur. Məncə hətta doğru bir yanaşmadır. Məncə də doğru yanaşmadır. Buyurun, növbəti sual. Bir sualım var. Salurdan sonra əgər qida qalığı qalıbsa, ağız boşluğunda azmaz olsa da, xırda para olsa da, yəni onu içəri qəbul edilsə, bilmədən batil sayılır, oruc yoxsa yox. Təşəkkür edirəm. Mirniyaz müəllim. Bəli, əgər ağızda qida varsa, qida qalıntısı varsa və bunu insan hiss edirsə, təbii ki, bunu çölə xaric etməlidir. Yox, əgər izləyicimiz dedi ki, bilmədən udursa, burada heç bir problem yoxdur. Batil olmaz. Batil olmaz. Təşəkkür edirəm. Layiqli bir cavab. Ona görə çox istəyirəm Azərbaycan İlahiyat İnstitutunun müəllimləri. Nağıl danışmırlar. İslamın doğrularına, həqiqətlərinə dayanaraq. Buyurun. Sabahınız xeyir. Allah oruc namazınızı qəbul eləsin. Bilmək istərdim, insan Ramazan ayında tutduğu oruc zamanı başqa hansı əməllərinə oruc olmalıdır? Təşəkkür edirəm. Kövsər müəllim. Bəli, tamaşaçımız çox əslində Ramazanın məğzini ortaya çıxaracaq əsaslı bir sual verdi. Bəli, əsaslı bir sual idi. Ramazan ibadəti sadəcə yeməkdən, içməkdən kəsilmək deyil. Yeməkdən, içməkdən, cinsi münasibətdən kəsilmək deyil. Oruçlu ikən bizim etməli olduğumuz digər əməllər də var. Bunlar acı söz söyləməmək, qeybət etməmək, insan haqqına girməmək, qul haqqına girməmək, ələyirlik etməmək, tərəzidə aldatmamaq, iftira etməmək, rüşvət almamaq, rüşvət verməmək, insanlara haqsızlıq etməmək, zülm etməmək, bunların hamısı ilə bərabər oruçdur. Yəni, orucu sadəcə zahiri cəhətdən deməli, yemək, içmək və cinsi münasibətdən uzaq olmaq şəklində anlamaq yetərli deyil. Bu, orucun zahiri tərəfidir. Doğrudur. Yəni, siz əgər sadəcə bununla kifayətlənsəniz, biz zahirən şəriət qaydası olaraq deyərik ki, sizin orucunuz qaydasındadır, yerindədir. Yemək içmədiyiniz, su içmədiyiniz müddətcə. Amma onun mənəvi tərəfi ki var, o mənəvi tərəfləri bu dediyimiz, saydığımız məsələlərlə pozula bilər. Orucumuza xələl gətirməmək üçün, orucumuzun bizi daha yaxşı insan halına gətirməsi üçün məhz bu məsələlərə diqqət etmək lazımdır. Və oruçdan gözlənilən də budur. Ona görə Peyğəmbər buyurur, neçə-neçə oruç tutan var ki, ona qalan sadəcə azlıq və susuzluqdur. Halbuki oruc ibadəti belə bir şeydir. Təşəkkür edirəm. Hətta gözümüzlə belə orucu uğurla həyata keçirməliyik. İlahi riza ilə. Mükəmməl bir cavabdır. Buyurun. Sabahsınız. Heç zaman Allah köməyiniz olsun. Buyurun. Belə bir sual vermək istəyirdim ki, oruçlu vaxtı icama, qan almaq, qan vermək olar yoxsa yox? Təşəkkür edirəm. Bununla da bağlı çoxlu suallarımız var. Bəli, oruclu ikən belə bir düstur var. Bəli. Daxilə qəbul etdiyimiz orucu pozar, bədəndən xaric olan isə pozmaz. Orucu pozmaz, dəstəmazı pozar. Ona görə də hicam, əgər təbii ki, izləyicimizin səhhətində problem yoxdursa, bəziləri də hətta sağlamlıq üçün artıq hicama baş vururlar, yəni qan aldırırlar. Heç bir problem yox. Təşəkkür edirəm. Buyurun. Salam, sabahınız xeyir olsun. Mənim sualım belədir.
Mən Quran surəsini keçən il oxuyub tapşırandan sonra yenidən Bəqərə surəsini oxuymuşam. İndi bilmək istəyirəm, Bəqərə surəsindən sonraki surədən başlayıb ürəyimdən keçən yaxın insanlarıma yenidən surəni həmən surədən başlaya bilərəmmi? Təşəkkür edirəm. Kövsər müəllim. Bəli, heç bir problem yoxdur. Siz Quran-ı Kərimə qaldığınız yerdən başlaya bilərsiniz, davam edə bilərsiniz və savabını çatdıra bilərsiniz. Bir ayə belə oxuyub, onun belə savabını çatdıra bilərsiniz. Ona görə Bəqərə surəsini kənarda tutmaq və ya başqa bir surəni kənarda tutmağın bir mənası da yoxdur, şey də yox, problem də yoxdur burada. Təşəkkür edirəm. O baxımdan rahat istədiyi qədər oxuyub tapşıra bilər. Allah qəbul etsin, Allah savabınıza yazsın. Buyurun. Xeyir olsun. Allah tutduğunuz oruçları qəbul eləsin. Mən bilmək istəyirdim, oruçlu sistem qoşturmaq olar. Niyaz müəllim, buyurun. Bəli, əgər qidalandırıcı mahiyyətdə deyilsə o sistem, insan ondan qidalanıb, orqanizm ondan güc tapırsa, bu təbii ki, dini baxımdan caiz deyil, qadağandır. Belə deyək ki, vitamin deyilsə. Bəli, təbii ki, qidalandırıcı əsasən vitamin xarakterli olur. Amma hər hansı bir xəstəlik, amma qidalandırıcı olmayan vasitələrdirsə... Tərkibindən asılıdır. Bəli, tərkibindən asılıdır. Təşəkkür edirəm, layiqli cavabdır. Buyurun. Allah oruç və namazlarınızı qəbul eləsin. Mən bir söz soruşmaq istəyirdim. Bizim evdə pişik gəlir bizim evə. Yəni çölə də çıxır, da fırlanır elir, bir də gəlir. Mən oruç tuturam. Oruçlu mən pişiyi öpürəm də, dura bilmirəm, belə öpürəm, eləm, sevirəm, əlimi sadımı vırıram. Onu mənə deyirlər ki, yəni eləmə də, elə şeylər. Oruç tutsan birdən batil olar. Bir dənə onu zəhmət olmasa xahiş edirəm, onu bir dənə səsləndirərdiniz. O batil olur, yoxsa yox? Təşəkkür edirəm. Bu arada çox üzr istəyirəm. Artıq Bakı vaxtı ilə imsak vaxtıdır. Bir dəqiqə hətta keçib, ona görə izləyicilərimizin diqqətinə çatdırıram ki, Bakı vaxtı ilə yanlış anlaşılmasın, pişiklə bağlı deyil. Bəzən pişik bizim studiyamıza da gəlir. Ola bilir. Məncə normaldır. Allahın heyvanını... Mənim üçün xoş təsir bağışlayır. Bəli, Allahdan ötürü sevmək, onun yaratdıqlarını gözəldir, savabdır. Oruclu ikən nəyə diqqət etmək lazımdır? Bəzən biz övladımızı... Amma pişiyi öpür, o da var. O məsələyə gəlirəm. Övladımızı da bəzən öpürük. Alimlər tövsiyə edirlər ki, övladımızı öpərkən belə ikinci dəfə eyni yerdən öpmək məsləhət görülmür. Hətta bu da var. Bəli, bəli. Amma mən tövsiyə edərdim ki, oruclu ikən biraz səbr etsin. İftarda inşallah həmən pişiyi öpsün. Pişiklər həqiqətən sevimlidir. Belə deyək, ehtiyat etmək lazımdır. Çünki o öpərkən ağzımıza onun... Xəstəlik də. Bəli, xəstəlik də tuta bilərik, tükü də gedə bilər və s. və ilaxır. Ona görə ehtiyatlı davranmaq lazımdır. Tövsiyə olunur ki, o sevgisini iftardan sonra İftara qədər səbr etsinlər. Təşəkkür edirəm. Xanım redaktor, bu suala görə də sizə ayrıca təşəkkür edirəm. Buyurun. Bəli, buyurun. Salam, sabahınız xeyir olsun. Tutduğumuz oruçları Allah qəbul etsin. Anam hac ziyarətinə getmək istəyir, amma ki, namaz qıla bilmir. O gedə bilər ya yox? Allah qəbul etsin. Anam deyir, həc ziyarətinə niyyətlidir, getmək istəyir, ancaq namaz qılmır. İnşallah həc ziyarətinə getməyi vəsilə olar ki, anamız orada o ehtişamı, o əzəməti görüb və elə namaza başlayar. İnşallah. Yəni, bunlar bir-birinə mane olan əmirlər deyil. Bilirik ki, həc ibadəti də maddi imkanımıza görə üzərimizə gələn bir əmirdir, Allahın ibadətidir. Əgər o izləyicimizin üzərinə vacib olubsa, o ibadəti yerinə yetirməlidir. İnşallah Allah arzusunda olanlara həc ziyarəti də bəli, vəsilə olar. Bəlkə də gözələ getməmişdən namaz ibadətini mənimsəsə daha gözəl olar. Eləmi? Hazır getmiş olar Allahın huzuruna. Çünki kimin huzuruna gedir? Mən bunu deyim, vaxtımız azdır. Deyirəm, bir məmurun qəbuluna gedəndə o qədər hazırlaşırıq.
nitq mədəniyyətimizdən tutmuş, geyim formasına qədər. Yaradanın huzuruna getdikdə təbii ki, o hazırlıq mərhələsinə peşəkarcasına, imanla hazırlaşmaq zəruridir və vacibdir, var olasınız. Buyurun. Oruclu zamanı kosmetikalardan, nemlendirici kremlerden istifadə etmək orucu pozur. Dodaq boyası, üz kremi, əl kremi. Göstərmələm, buyurun. Xanımları çox düşündürən sualdır. Minlərlədir bu sual. Belə sual. Bəli, kosmetik vasitələrdən istifadə etmək prinsipcə orucu pozmaz. Amma buradan hər hansı bir şeyin bədənə daxil olması barəsində müxtəlif yanaşmalar var. Çünki dodaq boyası nəticədə udula bilən bir şeydir. Əslində dediyimiz kimi burada da fərqli yanaşmalar var. Çünki bu yemək, içmək məqsədi ilə edilən bir məsələ deyil. Dolayısıyla ehtiyatlı olmaqda fayda var. Maksimum dərəcədə buna ehtiyatla yanaşmaqda fayda var. Çünki o boya nəticə etibarilə bir müəyyən... Çox üzr istəyirəm, azan vaxtıdır, əfvinizə sığınıram. Bilirsiniz, biz hər iki görüşün təmsilçilərinin azanını eşidirik. İndi isə sizin tələbəniz artıq ilahiyyatçı olan Bakı vaxtı ilə Əmrah Eminov, gənc ilahiyyatçı, əzan verəcək. Buyurun. Allahu Ekber, Allahu Ekber. Allahu Ekber, Allahu Ekber. Eşhedü en la ilahe illallah. Eşhedü en la ilahe illallah. Eşhedü enne Muhammeden Resulullah. Eşhedü enne Muhammeden Resulullah. Eşhedü enne Aliyen Veliyullah. Eşhedü enne Aliyen Hüccetullah. Hayy ale's-salah. Hayy ale's-salah. Hayy alel-felah. Hayy alel-felah. Hayy ala khayril amel. Hayy ala khayril amel. Allahu Ekber, Allahu Ekber.
Teşekkür edirəm. Allah səsinə, nəfəsinə, elminə güc və qüvvət versin. Minnətdaram. Allah Taala hər birimizin oruç və namazlarımızı qəbul etsin. Mən Allahı ant verirəm oxunan azan eşqinə. Allahı ant verirəm Ramazan ayında indirdiyi, insanlıq üçün göndərdiyi müqəddəs kitabımız olan Qur'an eşqinə. Allah'a at verirəm Məhəmmədi Mustafa eşqinə. Ya Rabbi, qapına gəldim. Xalqımız adına ilahi təslimiyyətimlə, tövbələrimlə, yalvarışlarımla qapına gəldim. Ağanın borcudur, quluna rəhm etsin. Aciz qul olduğumu, peşmançılıq içərisində tövbələrimlə etiraf edərək gəldim. Xalqımızı bağışlanmış bəndələrindən qərar verginə. Xalqımızı hər cür terrordan, hər cür təhlükədən, dəniz aşmalarından, zəlzələlərdən, təyyarə qəzalarından, avtomobil qəzalarından, hər cür fitnədən, fəsaddan, qul haqqına girməkdən, qəzəbinə səbəb olacaq hal və hərəkətlərdən mühafizə ilə qoru, ya Rəbbim. Allahım, şəhid doğmalarına səbir və güc ver. Qazilərimizə şəfa ehsan elə. Övladlarımızı əməli salih, dininə, dövlətinə, bayrağına, soyuna uğur gətirənlərdən qərar ver. Övladlarımızı cinlərdən, şeytanlardan, qəlbə, könlə, vəsvəsə salan hər bir şeydən, zərərli vərdişlərdən özün mühafizə ilə və uzaq tut. Övladlarımızı elmdə, təhsildə, əxlaqda, ya Rəbbim, qalib et. İmtahan verən abituriyentlərimizi, ya Rəbbim, zehin açıqlığı ilə qalibiyyətdə götür. Evsizlərə ev ehsan elə, ya Rəbbim. Küsülləri barışdır Allahım. Sevənləri xeyirlidirsə qovuşdur, ya Rəbbim. İftiraya, böhtana məruz qalanları, haqqına girilənlər, gecələri yalvararaq Allahım, mənim günahım yoxdur, aşkara çıxar deyə yalvaranları, ya Rəbbim, aşkara çıxarıb onları təmiz et, ya Rəbbim. Allahım, bilirəm, sən eşidirsən. Axı sən cənnətin və cəhənnəmin sahibisən. Xalqımızı cəhənnəm odundan, cəhənnəm əzabından özün qoru, ya Rəbbim. Necə, ya Rəbbim, sən bu xalqın dualarını eşitdin. Necə keçilməz yollardan, ya Rəbbim, qəhrəman zabit və əskərlərimizi keçilməz dağlardan, dərələrdən, dənizlərdən keçirərək Uhudun, Bədrin, Xəndəyin, Kərbəlanın, Çanaqqalanın aslanları kimi Qarabağın fəthi ilə müjdələyib, çoxunu şəhid, çoxunu qazi etdi, ya Rəbbim, indi sənə yalvarıram. Şəhid doğmalarına Həzrəti Əyyubun səbrindən ver, qazilərimizə sağlıq ehsan elə. Necə ərşdə Qarabağın xilaskarı, Qarabağın fatihi İlham Əliyevi sən özün seçdin. Ona qətiyyət, ona iradə, ona güc verdin. Dəmir yumruq ətrafında, vəhdət halında xalqımızın birlik və bərabərliyini təmin edib, bizi bütöv bir zəfərə götürdün. Bu zəfəri qiyamətə qədər qoru və mühafizə elə, ya Rəbbim. Qərbi Azərbaycanımıza, əzəli və əbədi yurdumuza dinc şəkildə dönüşümüzü bərpa elə, ya Rəbbim. Allahım, sən eşidən və bilənsən, bizləri bağışlamamış bu dünyadan aparma, ya Rəbbim. Azərbaycan xalqının, Azərbaycan dövlətinin düşmənlərinə bir an olsa belə fürsət vermə, ya Rəbbim. Ekran qarşısında dualarıma amin deyən bütün könül sahiblərinin itaət və ibadətlərini əksikləri ilə qəbul elə, ya Rəbbim. Bəli, əziz qardaşlarım, Allah sizlərdən razı olsun. 4 dəqiqəmiz var. İcazəniz varsa, bu
bu dualardan sonra bir sualda qəbul edək qənimətdir. Buyurun. Buyurun. Salam Seydim, sabahınız xeyir olsun. Qonaqlarınızla salamlayıram. Bütün oruç namazınız qəbul olunsun inşallah. Bütün Azərbaycan xalqının, müsəlman dünyasının oruç namazı qəbul olsun inşallah. Mən asıl təşəkkürüm o azan verən qardaşımıza da. Halal olsun. Adamın ruhunu eşitdirir o səsi. Bir əli qulağının dibində, bir əli də yanına qoymağa bütün qanunlara rəayət edir. Bu da mən bilən bu orucun bir nümunəsidir. Halal. Təşəkkür edirik. Sizi də təbrik edirik. Azərbaycan İlahiyat İnstitutunun sizlərin Aqil müəllim başda olmaqla uğurudur. Quran ustadı. Sizin uğurunuzdur. Var olasınız. Çatır mı vaxtımız bir sualda qəbul edək? İzləyicimizə minnətdaram. Bir sualda qəbul edək. Salam. Sizdən bir şey öyrənmək istəyirəm, görüm. Mənim fikrim oruçluq vaxtı deyil də, qeyri vaxtı, namaza gedən vaxtı, boynunda qüsurum varsa, dəstəmaz alıb namaz qılmaq olar ya yox, xahiş edirəm, asılıma belə. Təşəkkür edirəm. Söhbət oruçluq vaxtından getmir, qeyri vaxtdan gedir. Minnətdaram, anladım. Kövsər müəllim, sualı eşitdiniz? Elə başa düşdüm ki, qüsulsuzsa dəstəmaz alıb namaz qılmağa gedə bilərmi? Bəli, bəli, elədir. Bu şəkildə qüsul vacibdir. Yəni, qüsulsuz dəstəmaz almaq məqbul sayılmır. Belə bir paklanma olmur. Nəticə etibarilə qüsul olması lazımdır. Amma deyək ki, qüsul alma imkanı yoxdur, qüsul ala bilmir və namazın da vaxtı çatıb, bunun üçün su tapa bilmir və ya şərait tapa bilmir. Bu halda təyəmmüm edə bilər. Elədir. Təyəmmümünü alar, təyəmmümün torpağa toxunaraq qolların və üzlərin qollara və üzlərə çəkilməsidir. Əgər belə bir çətinlik varsa, təyəmmümlə namazını qıla bilər. Təyəmmümün hətta bəzən torpaq, şəhər şəraitində torpaq tapmaqda belə çətinlik çəkilir. Deyilir ki, bir şüşənin üstündə və ya bir yerə toxunmuş daş parçasına belə toxunaraq onu əllərini, qollarına və üzlərinə çəkməklə təyəmmümü yerinə yetirmiş ola bilər. Təbii ki, qış fəslində müəyyən çətinliklər olur, bəzən qüsul almaq müəyyən səbəblərdən gecikir, çətinlik yaranır və ya su tapılmır. Belə olduğu halda təyəmmümlə namazını icra edə bilər. Təşəkkür edirəm. Kövsər müəllim, Mirniyaz müəllim, mən sizə təşəkkür edirəm. Var olun. Həm Azərbaycan İlahiyat İnstitutunda, həm Azərbaycanın dini mühitində, ən əsası isə inamın işığında. Bir xahişim də var, vaxtımızı bitir. Bu iki nəfərin ardıcıl olaraq birgə inamın işığında Ramazan ayın boyunca iştirakınızı təbəqqə edirəm. İzləyicilərimiz də təqdir edirlər. Mən də çox məmnunam. Allah sizdən razı olsun. Haqqınızı halal edin. Razı olsun. Biz sizə Süper erkən çağında siz də gəldiniz, bu maarifləndirmə işinə təkan verdiniz. Allah sizi ailəcə sevsin, sevindirsin. Eləcə də bizi sonuna qədər izləyən vəfalı izləyicilərimiz, Allah sizlərdən razı olsun, Allah oruç və namazlarınızı qəbul etsin. Xanım redaktor söyləyir ki, millərlə suallar qalıb, üzülməyin, nigaran qalmayın. Allahın izni, Azərbaycan dövlətinin himayəsi ilə iftara doğru bugün 18:00-da sizlərlə Allah qismət edərsə, Allahın izni Azərbaycan dövlətinin himayəsi ilə bu canlı efirdə yenilməz inam komandası ilə görüşə gələcəyik. Hər birinizi Allaha əmanət edirəm. Özünüzə yaxşı baxın. Uca, əziz Rəbbimiz canımız, can, Azərbaycanımızı qorusun.